Salam əziz yoldaşlar. Biz bu gün mənim çox əziz yoldaşım İnsaf Əli bəy Hidayətlə söyləşimiz olacaqdır. Gözləyirəm İnsaf Əli bəyi ki, gəlsinlər, qatılsınlar. Onu çağıracağıq. Bir gün söyləşimiz olsun. Hər kəs də listəsində yoldaşlarını çağırsın. Mən də buraya yazayım. Burada normalde yazıram ki, paylaşın. Lütfen. Onu yazırıq ora. İnsaf Əli bəy də gəldilər. Çox xoş gəldilər. Əziz yoldaşlar, biz bir gün Güney Azərbaycandan baxış proqramının 81-ci sayısındayıq. Hər kəsə salamlarımı, saygılarımı sunuram. Bugün İnsaf Əli bəy Hidayətlə danışığımız olacaqdır, söyləşimiz olacaqdır. Hər kəsin yoldaş listəsində hər kəs var, çağırsınlar. Biz də İnsaf Əli bəyi yuxarıya çağıralım, danışığımıza başlayalım. İnsaf Əli bəy, mən görürüm ki, sizi necə çağırmaq olar buradan. Buradan yuxarıdan olur galiba. Ben size çağırdım İnsaf Əli bəy. Siz orada kabul etseniz biz sizinle söyleşimizi başlarıq. Yoldaşların listəsində hər kəs var. Yoldaşlarını çağırsınlar. Bağışlayın, mən çox üzr istəyirəm zahirən ki, bu ailədən çağırmısınız. Əgər imkan olsa o birisi ailədən çağırasınız. Biraz çox dostumuz orada görə bilərlər. Bu birisi nə deyirlər? 2 dənə mən indi açıram ki, özümdə live yayam bunu. Əgər olsa o birisindən çağırasınız. Mənə deyin nə cür eləyim? Elə mən 2 dənənin hər 2 ID ilə də girmişəm buraya. O biri hardadır? Biri də elə buradadır. Yaxşı, elədim onu. Tamam. Bunu bağlaram əla. Şimdi oradan da çağırdım. Əziz yoldaşlar, bir gün İnsaf Əli bəy Hidayətlə söyləşimiz olacaqdır. O birini bağlayayım da, o birini nə cür... Bağladım, tamam, indi bunu da düzəldim. Tamam. Bir də ki, o birisinin şeyi də şarjı da qutarmışdı. Mən bir şey yazırdım bugün. Mən bilmirdim də, öyle orada sizin adınızı gördüm, çağırdım. Tamam. Salam aleyküm. Özünüzde biraz yani ortaya gelseniz, biraz şimdi bilmirəm ha tarafa. Oldu. Biz bir gün Güney Azərbaycandan baxış proqramının 81-ci bölümündəyik. Yani 80 baxırdım ben 2019'da birinci bölümünü yaptık ve bu adı koyduk bu seri, bu dizi programların üzerine. Adını da koyduk Güney Azərbaycandan baxış. Sonra Türkiye'de bir yayın var. O ve bir başka yoldaşımız da, yani ben ondan söyleşi aparmıştım. O da kullandı aynı adı. Ben onlara getirdim ki öyle olmaz. Bu adı kullanabilmezsiniz. Bu adı biz kullanırız. Öyle her şey onu kullanabilmez. Çünkü yani ben sizinle söyleşi aparmışım. Herhalde çok isabetli bir adıydı. Güney Azərbaycandan baxış. Çünkü biz bütün meseleleri, her şeye dünyada Güney Azərbaycandan baxırıq. Güney Azərbaycandan baxmaq ne demek? Çok özünün bir felsefesi var.
Çünki insanın mənfəətlərini, özünü, kimliyini, öbirini, dünya açısını, o nə deyərdilər, cahanbini deyərdilər bir zaman. Yəni dünya baxışı, hər şeyi o baxışın açısından asılıdır İnsaf Əli bəy. Yəni hardan baxırsınız oradan asılıdır. Hardan, hansı zaviyədən, hansı açıdan. Çox önəmlidir. Ona görə biz bu proqramın adını qoyduq Güney Azərbaycandan baxış. Ki, yəni biz elə düşündük ki, öyle virtual olaraq öyle düşündük ki, sanal olaraq. Biz düşün Təbrizdə dövlət imarətinin önündəyik. Özdə tam dövlət imarətinin, İnsaf Əli bəy. Və oradan 360 dərəcə böyle dönürük, baxırıq dünyaya. Biz oradan necə görürük Azərbaycanı, Güney Azərbaycanı, Təbrizi, şəhərləri, Azərbaycan Cumhuriyyətini, Türkiyəni və dünya, Tehranı, hər şey necə görürük? Oradan necə görünür? Çünki yəni, nə qədər, bu bəhsi uzun aça bilərik sonralar ki, baxış açısı nə qədər önəmlidir. Biz çox xoşbəxtik bugünkü 81-ci bölümdə İnsaf Əli bəy Hidayətlə bir yerdəyik. İnsaf Əli bəy Hidayət mənim yoldaşımdır. Həm də görüşlərimiz çox-çox yaxındır bir-birinə. Hətta bəzən də yaxın olmayanda bir-birimizin hörmətinə deyirik, tamam olsun, yaxındır. Zaten en azından mən öyleyim. İnsaf Əli bəy mən çox-çoxdan da tanıyıram. Təbii o İnsaf Əli bəy məni Kanadaya gələndən bəlkə tanıyır, ancaq mən onu çox öncədən tanıyıram. Əməkdaşlığımız olmuş. İnsaf Əli bəyi həm sevərik, həm sayarıq. Bu da bizim açılışımız proqramı. İnsaf Əli bəy, sizi Güney Azərbaycanda bizdən çox tanıyırlar. Niyə? Çünki siz televizyonda devamlı, dəbilli şey olubsunuz, sunucu olubsunuz. Çox güclü sunucu və çox özdən, içdən birisi olmuşsunuz. Mənim özümlə də müsahibə edibsiniz. Yəni, hətta Günaza gələndən sonra məndən də müsahibələriniz olubdur, başqa şeylər. Çox sevinirəm buradasınız. Onu deyirdim ki, bu Instagram live-ları, canlıları əsla elə rəsmi olmur. Ki, məsələ, elə siz orada dinləyəsiniz, mən görürəm, mən elə danışıram, siz oturub, siz dinləyirsiniz, bu nə zaman bitirəcəkdir. Öyle deyil. Siz istədiyiniz zaman sözün içine girersiniz, istədiyiniz zaman, yani live, canlı və görüşünüzü də deyirsiniz, təbii ki, bəlli çərçivələrin içində. Siz buyurun özünüzü təqdim edin, salamlaşın yoldaşlarına və sonra da izləyəcəklər. Buyurun. Tamam. Selam aleyküm. Aleyküm. Selam olsun hem cənabıza, hem de tamam dostlara. İndi ya sonralar her zaman tarixdə, gələcək tarixdə bu videonu görsələr, hamısına salam ərz edirəm və umaram ki, əgər biz görməsək Azərbaycanın istiqlalını, onlar görsünlər və o gün yaşasınlar. İnşallah görəcəyik. İnşallah görəcəyik. Amma bilirsiniz niyə əgər deyirəm? Buna görə ki, bəlli olmur. Mən, məsələn, neçə ay bundan qabaq bir təsadüf elədim ki, etdim ölümə. Adam bilmir ki, ölüm nə zaman gələcəkdir və nə şəraitdə gələcək. Amma inşallah millətimiz bunu yaşayacaqlar. Yəni, bu istiqlalı, azadlığı millətimiz yaşayacaqdır. Bu bizim yolumuz, bu bizim amacımız. Yəni, ayrı yolumuz yoxdur. Bu. Ondan sonra mən adım İnsaf Əlidir, şöhrətim Hidayətdir. Bir dana Türkiyədə serial verirdi. İndi Qazalıqda məncə dizi. Paytaxt Əbdülhəmid. Orada bir Yahudi kız var, onun adı Hidayətdir. Mən o adı eşidəndən bəri öz adımdan acığım gəlir. O Hidayət gözəl addır. Gözəl addır, gözəl addır. Siz mesela böyük bir inqilab oldu adların üzərində. Geçən en azından 25-30 ili. Ki birinin adı mesela, mən adam tanıyıram, şöhrəti İrandustudur. Adam tanıyıram, adınam Qəfaralıdır, Safaralıdır. Əslən, əcayib adlarla, Huşəndən, Huşudanla, Huməndən, bu şeylərdən. Yəni, bizə naməlus adlardan ki, məsələ biz qəbristanlara geçsək, məsələn, Mərağanın qəbristanına geçsək, bir dənə Huşəndən, Muşəndən, bu şeylər yoxdur.
Baxın, siz niyə, sual budur, siz niyə İnsaf Əli Hidayət, siz niyə pen name, İngilizcədə pen name deyirlər, qələm adı. Siz niyə qələm adı seçmədiniz türkçə? Tamam, indi ona gələrəm, icazə buyurun. O siz buyurdunuz ki, qəbristanlara gedək. Qəbristana getmək lazım deyil. Mən dostlarımızla bir-iki mən gəlmişlər bizi görməyə. Bizim dostlarımızdan bir-ikisi gəlmişdi məni görməyə. Bu bəhs düşdü. Mən dedim ki, gəlin 4 nəslimizi baxaq. Mənim dədəmin dədəsinin dədəsindən başlayaq. Mənim nənəmin nənəsinin nənəsindən başlayaq. 4 nəsl. Bir də mənim, məsələn, hələ 4 nəsli baxaq. Görək ki, adlar nədir? Mən adları yazmışam. O dostlarımızın da adlarının, özümüzün də adlarımızı. Yəni, olur bir neçə 100 nəfər. Tamam, görürsünüz, bax, burada da listi var. Bunların içində mən bir dəfə də özüm o canlı proqramlarımda demişəm. Məsələn, bizim adlarımız birinci nəsildə hamısı üstündə ərəbdir. Bir dana ehtimalən, məsələn, ərəb türk, bu cür deyim, ərəb türk, yəni, məsələn, Əlxan, məsələn, xanı var, oradan da əlisi var. Üst-üstə 3-cü nəslidən ad giribdir bizim kəndimizə, bizim famililərə. Bizim famililərin adı 3-cü nəslidən başlayıbdır. Pərviz, Xosro, bu cür adlar hələ çox adda gəlməyibdir. Məsələn, ən son axirdən 2-ci nəslidə 2 dana fars ad var. Məsələn, o da Şahnamədən alıblar. Biri Kətayundur, məsələn. Və Nəsrin. Yəni, məsələn, bunlar, istədim deyəm ki, adlar lazım deyil həttmən girək tarixə. Amma mənim penneyim adım niyə yoxdur? Mən nəinki ruznamədə olanda, Salam ruznaməsində 2-3 adından yazırdım. Bilirsiniz, mən bunu bir dəfə də demişəm, amma yenə dərs edeyim. Ruznamə Salamda biz çox hüquq az alırdıq. Yəni, mən ayda 30.000 mənə çıxmırdı. Mən həm danışçıydum, danışqahda ruznamə niqar oxurdum. 4 uşağım var idi, eyni halda evliydim. Yəni, 4 dana da uşağım var idi. Sinnim də biraz yuxarı getmişdim danışqaha. Gec idi, yəni. Amma qorxmurdum. Və eyni halda bizə də ruznamədə sütun hesabı pul verərdilər. Yəni, santimetrlə ölçərdilər. Baxın, görün nə ərz edirəm. Santimetrlə yazını ölçərdilər, fişlə ölçməzdilər. Yazını ölçərdilər ki, neçə santimetr eni boyu nə qədərdir, ondan sonra ona pul verərdilər. Biz də buna görə ki, biraz çox pul alaq, məcbur idik ki, müxtəlif adlarla yazaq. Bəli, ən yaxşı ad ki, bunların içində elə mən sevdim də qaldı da elə İnsaf Əli Hidayətdir. Çünki həm insafı var, həm əlisi var, həm də hidayəti var. Yəni, amma özünün adınız odur da, yəni doğum adınız İnsaf Əlidir. Mənim elə doğum adım İnsaf Əli Hidayətdir. Onun üçün hətta Ənsari Hizbullah Ruznamə-i Səlamda mən bir məqalə yazmışdım. Onda çıxdılar etiraza, rahpeymalığa və ölüm olsun hidayətə, edam, hidayət, edam, bayət gərdər. Orada Ənsari Hizbullahın bir ruznaməsi var idi. O yazmışdı ki, bu adam İnsaf Əli penneymi ilə yazır ki, yəni həm o qələm adınızdır. Bir də, yəni bu cürsü bilirdilər. Sual buydu ki, niyə türkçə qələm adı və ya dəyişdirməmişsiniz? Yəni, siz... Arz edirəm da, yəni bu adı mən elə saxladım, onunla tanındım, onunla saxladım. Tamam, mənim... Onlar ki, məqalələrimlə tanış idilər, yazılarımla tanış idilər, zindan dövrəsində yazdıqlarımla tanış idilər. Elə bu ad, gördüm ki, əgər bunu dəyişdirsəm, mən bir çox adamın etimadını əldən verərəm. Çünki onlar bir etimad qazanmış bu ad. Bu ad özü bir şey olmuş, siz deyin, bu şirkətlərin adını nə deyirik? Brand olmuş, brand name olmuş. Bu özü bir brand olduğu üçün mən bunu bir saxladım. Hətta blogımın adı İnsafdır. Elə bunun üstündə gedirəm. Yəni, deyirsiniz ki, İnsaf Əli bir brandidir indi. Bəli, bəli. İnsaf Əli özü brandidir. Çox sevindim. İndi bir şey bizə deyin. Və bunu da əlavə edeyim. Dünyada İnsaf Əli adında ikinci ad yoxdur. Öyle. Yəni, mən research eləmişəm ərəb dilində, İngilis dilində, Google heç olmasa Google səthində deyirəm da, məndən sonra heç kəsin adı dünyada İnsaf Əli deyil. Yəni, münhəsir bir fərq. O unik olur da, biraz o unik olanda düzdür, yalnız sizsiniz. Çox gözəl. Siz hara doğumlusunuz? Mən Qəradağda,
Kəlan kəndində doğmuşam. Kəlan kəndi Kələybərdən 14-15 kilometr mərzə tərəf, Azərbaycan Cümhuriyyətinin mərzinə tərəf, eyni halda Ermənistanın da o tərəfə yaxınlaşır. Yəni orada bir kətdir, kiçik kət, dağların arasında. Qələbabəklə oranın arasında hududən 20 kilometr göydən geçsək 8 kilometr yerdən Kəlan. Çox gözəl. Siz neçə yaşında sizə görə Güney Azərbaycan Milli Hərəkətinə qatıldınız? Milli hərəkəti biz ha zamandan biliyoruz. Mən bir dəfə sizdən yerdə danışırdıq, deməyim daha da. Üzürdük. Üzə danışırdıq. Əgər yadınızda Duzlu göldə üzə danışırdıq. Orada sizdən bir şey eşitdim. Mənim zehnimə batdı bu. O da buyurdu ki, dediniz ki, Azərbaycanlıların hərəkəti yeni hərəkət deyil. O zamandan ki, Təbrizdən paytaxt gedibdi İsfahana, o zamandan bu hərəkət başlanıbdı. Türk-Fars savaşı, bir-biri ilə qabaq durmaq, Azərbaycanın milli mənafeylərin o cür. Bu söz mənim hala zehnimdədir və mən buna inanıram. Mən özüm amma İnqilabda mənim 13 yaşım var idi. Və 1351-də də, 52-də də, 51-də də gəlmişik, Təbrizə köçmüşük. Deyim, elə bunun nağılı da gözəldir. Burada deyim, qalsın tarixdə. Bizim o zaman yadınıza gəlsə, kətlərə sübhahi daniş verirdilər, müəllim olaraq. Müəllim deyildilər, bunlar sərbazdırlar, diplomları olsaydı, bunlara bir təlimat verirdilər, bunlar elə sərbaz libası ilə bir əfsər kimi gəlirdilər, kənddə hökm edirdilər və dərs deyirdilər. Çox da bəhş işgəncə edirdilər. Bizim kənddə də bunlar gəlirdilər, dərs deyirdilər. Bizim atam, mənim dədəm, getmişdi Tehranda işlirdi, saxtıman nəqqaşıdır. Yəni, biz kasıb ailədənik, işçi ailəsindən, xaricər ailədənik. Özüm də xaricərçilik eləmişəm. Ömrüm boyu. Bu, dədəm getmişdi, oraya qış gəldi, qar gəldi, hər yeri tutdu. Bizim evdə odun yoxdur yandırmağa. Əsla odun yoxdur. 2 dana qardaşıq, nənəmdir, soyuqdan donuruq, dədəm gəldi. Tehrandan gəldi, gördü ki, gecə gəldi, gördü ki, wow, evdə buzxana. Səhər bir familimiz var, Cəmşid adında, Dülan kəndindən. Onu da çağırdı, o da heyvanın gətirdi. Bizim dədənin də bir eşkəyimiz vardı, üzüzdən İraq. Onu da götürdülər, bir dana da qatır, getdilər meşədən odun kəsməyə. Odunu kəsiblər, gətiriblər, gecə yetişdilər evə, islanıblar, başdan ayağa, soyuqdan donurlar, islanırlar. Bu müdür gəldi, o süpaydanış. Gəldi ki, siz meşəni niyə kəsmirsiniz? Sizi mən göndərəcəm Kələybərdə zindana. Dədəm dedi ki, uşaqlar soyuqdaydı, arvad uşaq soyuqdadır, özümüz soyuqdayıq, biz neynəməliyik? Yox, olmaz. Çox deyəndən sonra dedi ki, odunu verin, mədrəsədə yandıraq onda. Dədəm dedi, olmaz. O dedi, olmaz, dədəmi istədi, tuta apara Kələybərə. Dədəm bir dənə o ağaçlardan ki, kəsmişdi, yoğun da bir ağac götürdü. Bu süpaydanışı verdi ağacın ağzına. Bunu döy, başın, qolun sındırdı, bu adamı bağladılar, göndərdilər Kələybərə. Da adam qala bilmədi. Çünki gərək gedir bimaristan. Gedir, şikayət elədi. Bizim böyük baba bir tərəfdən xan modeldir. Yəni ərbab deyildi, amma xanın muavini idi. Bu biraz puldan, nüfuzdan verdi. Orada o yüdü, süpaydanışı apardılar, rəşli idi. Onu rəşdə göndərdilər. Bizim baba, dədəcil gəldilər kəndə, amuzaj pərvəriş elan elədi ki, Kəlana biz müəllim verməyəcək dayı. Ondan sonra biz məcbur olduq, bizim kəşlər hamı köçdü, mən də getdim Mülük kəndində bir il dərs oxumağa, ondan sonra da köçdük Təbrizə. Mən İnqilabda 13 yaşım var idi, ya 13 yarım. Onun üçün elə əvvəl İnqilabda yavaş-yavaş biz, özü də mən kasıbam, kətdən gəlmişəm, nə şəhəri bilirim nədir, nə də bir şey. Tuman varımdır, bir dənə cırıq təmxayam var. Ondan gedirəm, bəzən bu rahiyemalıqlara qoşunuram ki, görüm nələr olur. Ta qanun əsası yazıldı. Qanun əsası yazılında türk dili çox məşhur oldu. Əgər yadınıza gəlsə o zaman türklük orada bir zaman oldu. Türk dilinə görə mədrəsələrdə dərs oxudular. Birinci dəfə ki, bunu bir dənə də müəllimimiz vardı bizim mədrəsədə. Mən Furqani rəhnumayisine getdim. İnqilabın 2-ci ili 59-60-da yadımda deyil. Getdim Furqani mədrəsəsində rəhnumayiyə.
Bizim orada bir dənə Xürrəmdin adında müəllimimiz var idi. O da bizim fikrimizi biraz qatdı. O qatandan sonra mən orada dostlardan 4-5 nəfər də yığdım. Bir Höhmavarda olan mədrəsələri, 4-5 mədrəsəni tətil elədik. Dəbiristanları, Rahnumayını və İbtidaini. Götürdük, getdik Abdülpərəşin qabağına və onda, məsələn, bu anlamda milli hərəkət var, yox idi. Amma birinci dəfə mən o zaman qatışdım, ta Cəngəcən bunu biz davam verdik. Neçə yaşındaydınız? Deyirəm, onda olardı 14 yaşım, 14-15 bu hududda. Az olardı, 14-15 olardı, elə bu hududda. Yol getdik, ondan sonra da savaş başlandı, İran-Əraq savaşın başladı, İran başladı, Əraq başlamadı. Və biz də daha yavaş-yavaş bu hərəkət çəkildi dalıya, oturduq Iraqda, dil məsələsi yaddan çıxdı. Ta ki, sonralar yenə də yavaş-yavaş mən özüm Azərbaycançı oldum. Hətta Allah saxlasın, Döktür Çehriqanını mühakimə eləyəndə və dostları ilə 4-5 dənə xəbərnigar vardı. Biri də mən idim ki, onu kamil çap elədim. Amma mən Çehriqanlısı olmadım. Yəni, ya pis ya yaxşı. Mən istirdim ki, müstəqil qalam, jurnalist olaraq özümü saxlırdım. Amma Ruznaməyə səlama gedəndən sonra Azərbaycançılıq məndə çoxaldı. Xüsusən o zaman çoxaldı ki, Xameneyi dedi, təhacümü fərhəngidən danışdı. Təhacümü fərhəngidən danışanda biz Ruznaməyə səlamda bunu bəhsə qoyduq. Bəhsə qoyanda mən dedim ki, bizə hardan təhacüm olur? Yəni, Ruznaməyə səlamda bunu mən ortaya qoydum ki, siz deyirsiniz ki, bu İngilisi dilində sizə həmlə olur. Biz ki, İngilisiyə qulaq asmırıq, sizə nə cür təhacümü fərhəngi olur. Amma biz daimən türklər Farsıya qulaq asırıq və öz dilimizdə danışmırıq. Bu neçə yaşındaydınız bunu anlayanda? Bunu anlayanda 26 hududən, 26 yaşım olardı. Və Ruznamə-i Səlamda bu bəhs oldu. Ondan sonra mən Azərbaycan məsələsini Ruznamə-i Səlamda yerləşdirməyə çalışdım, biraz məsələləri mətrəh eləməyə çalışdım. Sonra federalist oldum. Mən o zaman ki, hələ bu cür deyirdim, İslamçı idim. İttihad-ı Dövəli İslamiyə mötəqid idim. Sonra İrancı heç vaxt olmadım əslində. Əslində heç vaxt pan-İranist olmadım, ya İrancı olmadım. Mən bir müddət İslamçı oldum. Çünki inqilaba düşdü da, ərz eləm inqilaba düşdü, o İslam məsələsi gəldi. Əslində zeynimiz getdi bura. Ondan qabaqda da çox uşaq idik. Ondan sonra mən federalist oldum. Ruznamə-i Səlamda mən federalist oldum əslində. Federalizm üçün götürdüm, danışdım, yazdım. Sonra Ruznamə-i Səlamdan ixrac olandan sonra bu fikir daha ciddiləşdi. Mən ixrac oldum da, bilirsiniz, rahpeymalıq oldu əleyhimə. Hər halda İranda çox pis vəziyyətə düşdüm. Hər cəhətdən şey oldu. Əlbəttə bir dənə böyük də iştibah elədim. Yəni, ömrümdə heç də həsrət yeməmişəm, bir şeyə həsrət yemişəm. Ruznamə-i Səlamdan ixrac olanda Xüeyniha ki, Ruznamənin məsul idi, mənə dedi ki, Cəcəkçilən mərkəzi mütalaat stratejikdə işlə. Mən qəbul eləmədim bu dəlilə ki, siz məni buradan nahəq çıxadırsınız. Bu nahəqliği qəbul edin ki, nahəqdir, mən də gedim orada işləyim. Getmədim, kaş gedəydim orada Azərbaycançılığa aparaydım o mərkəzə. Amma Azərbaycançılığı siz icad etməmişsiniz. Siz hansı qaynaqdan Azərbaycançı olurdunuz? Səlam Ruznaməsi işləyəndə. Arz edirəm ki, əslən icad eləmədim. Mən heç də icad edirəm. Fəqət özümün Xameneyinin o təhacümü fərhəngi bəhsindən bir sentez aldım. Bir sentez aldım. Yox, bir tez var idi. Xameneyi, antitez Azərbaycan və bu arada bir dənə sentez çıxartdım. Azərbaycan məsələsini mən orada özümə çıxartdım. Nə birindən oxumuşdum, nə birindən yazmışdım. Məmulən Azərbaycanlılarla da görüşməzdim. Bunu da deyim. Mən türkçü dostlarımızla normalda görüşməzdim. Normalda. Yəni, indi də görüşmərəm çox. Çünki deyərdim, mən xəbərnigaram, bunlar müxalifdirlər dövlətinə. Bunlar tutulsalar, mən bunlara yaxın olsam, deyərlər bu insafəli, bunlar casusdur. Buna görə ki, bu möhrü yeməyəm, mən heç vaxt Azərbaycancılara yaxınlaşmazdım. Hətta bir-iki cələsiyə getdik. Məsələn, bir cələsə şeydə oldu, Zəncanda. Dəqiqən bir gün Bəm zəlzələsindən qabaq bizim orada bir cələsəmiz oldu. Azərbaycanlıların, türklərin bir cələsəsi oldu. Orada gecə biz danışdıq. Orada mən dedim ki, bəzi məsələləri mətrəh elədim. Dostlar da qəbul elədilər. Amma mən çalışmadım. Heç vaxt çalışmadım. Yaxın olan üçün həmişə bunu saxlırdım ki, bunların tutulma ehtimalı çoxdur. Tutulsalar da mən casusluğa müttəhəm olmayayım.
Çünki ola bilər dövlət məni xarab eləmək üçün cələsədən mən çıxandan sonra bunları tutar. Nə demək casusluğa? İranda bilirsiniz, mən bunu dəfələrcə də demişəm, İranda xüsusən Azərbaycanda işləyənlər ya qorxudan, əvvələn jurnalist deyirlər. Bunu mən deyim ki, Azərbaycanda 2 dana üst-üstə jurnalist olar ki, Azərbaycanda çap olan nəşriyyələrdə işləmirlər. Onlar ki, Azərbaycanda çap olurlar, ya kamilən yer almadılar, yoğurtdular, əslən onların heç təsiri yoxdur Azərbaycan məsələsində. Yəni, Azərbaycan məsələsi onlara məsələ deyil. Əslən, Azərbaycan məsələ deyil onlara. Onlara agəhi məsələdir. Yəni, onlar işləmirlər ki, bir şey yazılar insanların düşüncəsinə təsir qoya, etki buraxa. Onlar fəqət yazırlar ki, bir pul alırlar, agəhi alırlar, o agəhidən qazanırlar, yaşayırlar. Ya da ki, İstəyirlər, gedərlər bir idarələrdə işləyirlər, amma tüm istihdam ola bilməzlər. Gəlirlər, ruznamiyə gedirlər, bunlarla 5-10 dəfə müsahibə edirlər, cələsələrdə görünürlər, sonra bunları alırlar rəvabit ümumiyyə. Cəlib budur, ödə mən tanıdığım adamların hamısı bu gün idarələrdə rəisi rəvabit ümumidir, rəisi filandır, rəis bəhmandır. Siz özünüzü tərif eləmək istəsəniz, məsələ, özünüz indi də yəni qazetəci mi, yəni bilirsiniz, yəni jurnalist mi, yoxsa özünüzü necə tərif eləyə bilirsiniz? Bir kələmədə və ya 2 kələmədə? Mən həm qazetəçiyəm, həm siyasiyəm, həm də özümü çox da şey eləməyim, nəzəriyyə pərdaz. Özümü nəzəriyyə pərdaz bilirəm. Nə demək nəzəriyyə pərdaz? Düşünürəm. Özümü bir düşünür bilirəm. Azərbaycan yolunda istiqlalçı, ruznamenigar, istiqlalçı və nəzəriyyə pərdaz. Nəzəriyyə pərdaz nə demək? Türkcəsini deyil. Farsçası. Bir Türkcəsini bilmirəm. Türkcəsini bilmədiyim üçün. Mənim Türkcəm... Pərdaqdən əski farsçada nəzəriyyə pərdaz, fikir ürətən. Fikir ürətən. Fikir ürətənmiz. Hansı fikir ürətmişsiniz? Mənim keçən 4-5 ildə yazılarımın əksəri tazadır. Bir dana yazını, ya bir dana fikri 2 dəfə yazmaram, ya dostlar danışan fikri təkrar eləmərəm, yazmaram. Normalda çalışıram, taza bir şey məsələyə ortaya qoyam. Və bu, məsələn, o iki üstündə işləyirəm, brainwashing. Brainwashing taza nəzəriyyə deyil. Türkçə. Amma bizim beyin yıxanma. Beyin yıxanma bəhsin mən Azərbaycanda mətrəh eləməyə çalışıram. Bunun Azərbaycan və türklərlə ilgisin axtarıram. Məsələn, qabaqcan dostlar assimilasyon və manqurtluq ikisini, bu 2 danadan istifadə edirdilər. Amma bunların heç birisi bizi tutmur. Azərbaycanı tozih verənmir. Çünki Azərbaycan və türkləri, yəni tozih və bunu izahlamır, açıqlamır ki, yəni nə olubdur, bizə nə olubdur. Nəzəriyyə ki, eləyə bilər bunu açıqlaya, brainwashing ya beyin yıxama bəhsidir. Beyin yıxama bəhsin mən 9 ay yarım Günas TV-də hər həftə aparmışam. Bunun müxtəlif sahələrin, yəni üst-üstə siz fikirləyin ki, məsələn 40 həftə, hər həftə də 1 saat yarım ən azından 2 cələsədə siz olmuşsunuz bunda. Biz bu bəhsi aparmışıq ki, insanlar bu teori bizim ictimai, toplumsal durumumuzu İran içində açıqlar. Yəni, izah elər. Biz əgər bunu kamil düşünsək, bilərik ki, nə vəziyyətdə yaşırıq və bundan çıxmaq yolu nədir? Və sonra da bu istimar məsələsində çalışıram. İndi onlar bir 2 aydır, 3 aydır ciddi. Yəni, cənabınız da istimara görə çox danışmışsınız. Dostlar da danışıblar, hizbilər danışıblar. Amma mən özüm də çox danışmışam. İnqilabın əvvəlində də bilirsiniz, bu bəhsi istimar-ı müstəmirə çox ciddidir. Hətta bir müddət Rahnamai və Dəbiristan kitablarında 1-2 dərs qoydular bu haqda. İqtisad riştəsində dərs qoydular Dəbiristanda. Sonra da bir fikirlərimi yığışdırıblar. Yoxdur. Bəs o deyirsiniz ki, düşüncə ürətirsiniz. Həm də siyasi, yəni 3 sözü dediniz. Siyasi, yəni qazetəci, həm də siyasi. Onun adını qoyaq, siyasi qazetəcisiniz və düşüncə ürətənsiniz və o hangi düşüncəni ürətməyə və... İstiqlalçı. Buyurun. Və istiqlalçı. Təbii, o siyasi yönünüzdür. Yəni, özünüzü tərif edəndə
bir şey olarak, yani tabii ki milli faalsınız. Ve siyasi gazeteci ilə siyasi istiqlalçı gazetecinin fərqi var. Çoxlu gazetecilər var ki, siyasidirlər, amma istiqlalçı deyirlər. Azərbaycanlı olsun, Türk olsun, ya ayrı şeydə olsun. Bir de o, fərqi burada. Bir de o düşünce ki üretirsiniz, o düşünce, ürettiğiniz düşünce ve o istiyorsunuz besleyesiniz, töredesiniz. O daha çok beyin yıkama və necə ki bir qüdrət məqamı bir millətin beynini necə eləyə bilər, özünün nəfinə dəyişdirə, onun üzərinə çalışmalarınız var deyirsiniz. Və əlbəttə ki, mən özüm də çoxuna şahidəm. Necə ki dediniz, o 40 proqramın, 40 mıydı, 42 miydi? Yox, çoxdur, 44 proqramdır. 44 proqramın ikisində də mənim iftixarım olmuşdu ki, sizin xidmətinizdə olaq. Bir də Üstündə Günaz TV-də mən 2012-nin axir ayından Günaz TV-yə getmişəm. Ta bir il bundan öncəyə qədər üst-üstə, biraz o üst-üst. Mən Günaz TV-də çalışmışam. Üst-üstə Günaz TV-də yəni 10 il siz Günaz TV-də 10 ilə yaxın mən Günaz TV-də çalışmışam. Bu müddətdə bəlkə mənim 3 ya 4 dana bərnaməm normal gün məsələlərinə gəlibdi. Normalda mən taza bir məsələ, taza bir baxış mətrəh eləməyə çalışmışam. Buna görə öyrətmə deyirəm. Yəni, taza bir baxışla, əgər siz bir dana məsələni mətrəh olursa, amma onu bir ayrı cür mətrəh edirsiniz ki, indiyəcən mətrəh olun, taza bir fikir ürətməkdir. Çünki biz həmişə tez o antitezi sentezə gedirik da, yəni bunlar. Yoxsa biz həmişə tezi mətrəh eləsək, ya antitezi mətrəh eləsək, heç vaxt sentezə çıxmarıq. Mən hədəfim budur. Hətta kiçik bir məsələdə sentezi. Məsələn deyirəm. Mən dostlarım biri məqalələr bilirsiniz, fars dili haqqında çox məqalələr yazılır ki, hindidir, hindidən gəlməlidir, nə bilim odur, budur, filandır, bəhmandır. Ya naqis dildir ki, mən özüm mütəqidəm naqis dildir, amma son zamanlarda məsələn mən bu ideyaya yetişdim. Bu kitabı oxuram, indi bilirsiniz, siz də görmüsünüz, mən bu kitabı indi oxuram, sümürgəçilik haqqında. Burada bunu oxuyarkən bu sümürgəçilikdə bir düşüncə gəldi zehnimə. Bilirsiniz, mənim son zamanlarda işim trak sürmək idi, treli sürmək. Mən orada bir Pakistanlı dostum var idi, onunla bərabər Kalisdə dövrə gördük, bu trak dövrəsin. Orada mən bundan soruşdum, bu ordu dili nə dilidir? Dedim, adı üstündə də ordu. Türklər gəliblər, buranı alıblar, alanda bu dili düzəldiblər, bu ordu dilidir. Biz danışırıq. Mən bu ideyanı alaraq, bu kitabı oxuyaraq bir dana sentezə çatdım. O da budur ki, əcəba fars dilin Türklər yaradıblarmı? Mən bunu, bu kitabı oxuyaraq bunu düşündüm. Çünki mən burada məcbur oldum, dana kəlmələr üçün özümün ərz elədim. Türküm çox zəif olduğu üçün, xüsusən latincə və elmi türküm. Sizin maşallah burada Kanadada da türk oxumusunuz, bilirəm, türkoloji oxumusunuz. Çox ciddi bilgiz var. Mən sizin bilgizə inanıram. Mən də bu kitabı oxuyuq tək kəlmələri, sözlərin dana-badanası məna eləməyə çalışdım. Farscasını tapmağa çalışdım, türkcəsini tapmağa çalışdım. Əlbəttə özü türkcədir. Buradan gördüm ki, çox sözlərin mənası farsçada yoxdur, əsli sözləri. Əsli sözlərin mənası olmayanda buna gəldi ki, bu bir saxta dildir, yapay dildir. Bir zəka bunu düzəldibdir. Sadəcə ordu dili kimi bunu bir insanlarla gündəlik alver eləmək üçün. Mən oradan dedim ki, fars dili, məsələn, bunu öyrətmək, bu bir sentezdir mən aldım. Özümün tək nəzəriyyəm deyil. Tez, antitez, sentez. Buyurun. İndi biraz özünüzdən danışdıq, hətta qalxdığınız yerdən. Ondan sonra biraz da gəlişdiyiniz sürəcdən danışdıq. Və hətta siyasi görüşünüzü də özünüzdə dediniz. Yəni, o sonunda təbii ki, haqq tələb olmuşsunuz, nahaqqlıqları görərək haqqa mail olmuşsunuz, yəni sizin tərifinizlə haqqa. Və ondan sonra öyle düşünürsünüz ki, millətlər bir-birinin altında, yaxşı bir idarə sistemin altında yaşamaq olar, yəni həmən federalizm sistemi və sonra
Və mənim də ki xəbərim var ki, bir sürə sonra özünüzü bir istiqlalçı olaraq tanıtmışsınız və biz sizi bir istiqlalçı olaraq tanıyırıq. Əgər siz bir istiqlalçısınız, nədən istiqlalçı təşkilatlara ki, GDTB-dir, ondan sonra Camaatdır, Cayıbdır, ən azından mən üçünü deyirəm hələ. Yəni bunlara üyə misiniz? Ya biz bilmirik və ya tərəfdar mısınız, havadar mısınız? İlişkiniz istiqlalçı olaraq, istiqlalçı təşkilatlarına nedir? Direkt ilişki mi, yoxsa dolaydan mı? Buyurun. Mən heç bir təşkilatın üzvü deyiləm. Çünki o jurnalizmdən bir dənə brainwash var. Mən brainwash olmuşam. Yəni bizə İranda bunu öyrədiblər ki, jurnalistlər tərəfsiz olmalıdır. Bu bir yalandır. Mən bunu dəfələrcə həm Günazda dedim, həm də özüm yəni bunu kəşf elədim ki, yalandır. Çünki sən axı ola bilməz ki, tərəfsiz olasan. Sənin bir millətin var. Sənin bir tarixin var, bir dilin var, bir dinin var, bir nə bilim, alverin var, gəlgedin var, sən bunlardan alırsan tamamen, duyğuların var, sən bunlar tərəfsiz ola bilməzsən ki. Hər şeyə biz, hər jurnalist, onun üçün də ruznamələr çox, media əslən çox rəhlidir. Məsələn, biri İranda deyək, farsların hamısı, məsələn, biri Keyhanda işləyir, biri İttilaatda işləyir. Bunlar zahirən fərqli deyirlər, amma çox fərqlidirlər. Niyə getmir Keyhana, niyə gedir İttilaata, niyə getmir Səlama, gedir fulana? Bunlar o fərqli düşüncəni, mənafiyi göstərir. Yəni, adam tərəfdardır bir şeyə. Mən də təbii ki, buradan bilirəm ki, gərək istiqlalçı olan, gərək. İstiqlalçı olan, amma hizbilərə girməyin. O brainwashdan gəlir. Mən hizbilərə girməmişəm. Bir söz istəyəm neyniyə. Biz bu proqramı başlayandan həmən sonra biz canlı da danışırıq burada və öyle rəsmi də danışmırıq, qeyri-rəsmi. Yəni, onu öncədən də dedim. Yəni, hətmən ki, Instagram, bilmirəm Instagram canlılarında olubsuz yox. Mən birinci dəfədir. Çox xoş gəlibsiz. Özüm əlbəttə canlı proqram hər gün təqribən çalışıram. O televizyonun canlısı. Onu da yapmış. Amma ona da yeni başlamışsınız. Ona da onlar bir ilə yaxındır. Günazda işləyərkən mən başladım. Deyirəm, bu da mənim bir işlərim. Baxın, bizim normalda... Mən başqa yerə gedirəm, sözünüzü kəsəcəyəm. Bir dəqiqə, lütfən üçün buranı açıqlayam. Bizim bir dənə İranın bir toru var. Bilirsiniz, toru salarlar balıqları tutmağa. Atarlar suyun içinə. Burada hər heyvan tutula bilər. İranın bir dənə sistemi var, brainwash üçün, beyin yıxamaq üçün. O da budur ki, xəbər yaradır. Və cəlibdir, bizlərin hamımız opozisyon, hər nə deyirsiniz deyin, Azərbaycan falan, biz o xəbərləri tutmaq üçün gedirik. Yəni, o xəbərləri atırlar bizə, biz onların üstündə danışmağa gedirik. Mən bir zaman Günaz TV'də bunu düşündüm ki, biz niyə İran bizi yönlətdiyi üçün, kanalize elədiyi üçün, o kanala ki bizi soxur, biz ora gedirik. Mən bunu dəyişdirmək üçün dəyişdirdim və Günazın sonlarında mən başladım kitab oxumağa. Dedim ki, biz kitabdan yolumuz var. Biz o günəcən ki, dərd edəyən kitabları oxumayaq, dünyada məşhur kitabları oxumayaq, biz eləyə bilmərik yol tapaq. Məşhur kitabları yoxsa Günaz TV'də olarkən kitabı oxumağı başladım, davamı var, hala ki, devam edir. Burada 3 kitab oxumuşam. Çok güzel. Biz programı başlayandan bu yana bir yoldaşımız adı ben benim biraz soğuk daymam var, bağışlayayım ben. Adı ben aşağı tire yurtsuz, aşağı tire dilsiz, aşağı tire Türk. Defalarca burada bir şey yazır ve en son yazdığını okuyacağım. Buyurun. Yazır ki ben üz istəyirəm ki bu Yok, rahat olun. Canlı rahat böyle olur yani. Bir söz var, deyərlər çok kulak ver, az danış bize. Ben fikirləyirəm mənə deyir, ya sizə, ya bizə deyir. Amma siz maalesef tam əksinə hərəkət edib soydaşlarına ərziş vermirsən ki, millət meydana gəlsin, yorum, nəzər və həqqini danışıb harayı çəksin, hətmən onu istəyirdesin. Tam faşist, populisti faslara tay. Ondan sonra da yazmış, bəy sizin bu qədər iddia ettiğiniz kabul ettik. Tamam. Sen de görüm ne faydan olup millete, harekete ve hatta 2 nəfər ətrafında var.
və ya sadəcə özün və öz başındır kişi. Əlbəttə, bu ən son 2 yazısıdır bu yoldaşımızın. Buna tay da 3-4 dənə başqa yazısı var. Məsələn, deyir, o nə sözdür deyirsən, hala önə kimsə gəlməyib ki, burada istiqlal üçün hərəkət var. Sənin müşkülün budur ki, fikir edirsən, çox bilirsən. Gənə də bilmirəm, məni deyir, ya siz deyir, ya ikimiz də deyir. Və heç kəsə icazə vermirsən, məşvərət. O məşvərətdə sözü kəsibdir. Bir dəfə də yazıb ki, sən elə özü ağlı kullu bilirsən, amma bir kələmə cümlənin türküsünü bilmirsən, canlı açıb tək-təkinə danışıb, öz başına hərəkət eləyib, faydasız birisən, diktator hərəkət eləyirsən və bu işdə türklərə yaraşmaz. Sən bu ədəbsizliklərin, gənə də söz kəsilir orada yer. Mən bu yoldaşımızdan bir istəyim olacaqdır. Canlının burası gözəldir, Səfəli bəy. Ondan sonra ən sonda yazıb ki, hamısı qonaq qardaşdır, cəsarət olmasın. Sadəcə burada haki bir olmalıdır. Haki, bilmirəm, haki mənzuru nədir. Mən bu yoldaşımızdan bir istəyim var. O da budur ki, gəlsin, bu söz desin, burada danışsın bizimlə. Yəni, nə deyirlər? Üstə gəlsin deyirlər. Gəlsin. Yəni, istək göndərsin mənə. Ben aşağı tirə yurtsuz, aşağı tirə dilsiz, aşağı tirə türk. Bir istək göndərin. Mən bilmirəm nə cür birisini çağıram üstə. Ha, bu var, burada var. Ha, çağıra bilərəm. Aşağıda bir əlamətli sual vardı. Tapdım, yox. Oradan vursaz gətirə bilərsiniz. Tapdım, çağırdım. Mən Səfəli bəy üzr istəyirəm hər halda. Yox. Mən çağırdım yoldaşımızı. İndi yoldaşımızın seçeneği ki, gəlsin. Əgər indi mən çağırdım onu, dəvət elədim üstə, gəlsin və bu ədəbsizliklər ki, bizim tərəfimizdən olmuş və ya bütün o sözlər ki, hamısını da oxudum da, yəni. Mən fikir edirəm, biz onun dediyi kimin olsaydıq, təbii, neynərlər bu cür adam? Atarlar eşiyə onun dediyi kimin olsaydıq. Yazdı ki, 5 dəqiqəyə gəlin bəy. Yəni gəlməyəcək 5 dəqiqə. Bəli, yazdı 5 dəqiqəyə gəlin. Gördüm. İndi o sözlərini burada gəlib təkrar etməlidir. Tamam, indi görək ki, baxın, bu iki bir nəfər özünü tərif eləyər, ya ki, mən bu işi görürəm. Yazıb siz, yox, bəy, indi bəlli deyil, məni deyir. Tamam, hər kəsi desə, sağ olsun. Amma yenə də önəmli deyil. Yazmış unable, yəni o qatıla bilmir. Niyə? Çünki onun değişik bir şeylə yəni qatıla bilmir. Qatıla bilmədi. Ehtimalən qatılacaqdır. Çünki yazıb 5 dəqiqə gəlirəm, gedəcək değişdirəcəm. Tamam. Yazıb qonaq olan bəydən danışdım. Yəni məni etirazı mənədir. Demək sizi çox tanımır. Olsun. Amma qonağı da Q-la yazıbdı. Ona nə deyirsiniz? İnsafəli. Tamam, işgali yoxdur. O tayfıda olar. Onu bəzən də bu farsı ilə, əlifba ilə biz tayf edirik. Bu cür qələtlər olur. İradı yoxdur. Onun heç məsələsi yoxdur. Amma sizə görə önəmli deyilmi doğru yazmaq? Dedim, olar. Yəni, mən dünənləri bir yazı yazmışdım. Məsələn, sizin adınızı yazsaq olar mı? İştibah olanda irad tutmaq. İştibah yox. Bu ki, yanlışı qəbul etmək doğru mu? Təbii ki. Məsələn, mən dünənləri bir yazı yazmışam. Yazıda bir nəfər bugün görmüşəm yazıbdır ki, dostların biri bir kitab yazıbdır. Türkcə və farsça, 2 dildə. Dünən zəhmət çəkib mənə göndəribdi. Mən bunu 10 səfəsini oxudum. Gördüm ki, latincəsini oxuyuram özdəki türkün güclənsin falan. Gördüm ki, burada heç olmasa bu 10 səfədə 20 dana imlai qələt var. Yəni yazıda hərflər qələt düşübdür. Təbii ki, bunu gərək editora veriləydi. 10 səfədə 20 dana qələt bir kitab. Adamı sıxar, yanlış yazı adamı sıxar. Mən ki, hələ türküm xərabdır da, bunu başarıram, yəni. İndi görün ki, bir nəfər məndən daha savadlı, türkücü, güclü olsa, oxusa, görün ki, qələt daha nə qəd çıxara bilər. Çünki elə bunu yazmışdı, bu dostumuza demişdim, gördüm bir dana dostumuz Instagramda mənim yazımın qələtini çıxardıbdı, göndəribdi. Hidayət bəy, burada mənzuruz, burada yazada filan şey olubdu, xaki. Gördüm ki, düz deyil, daha qələt yaz. Yəni, mən bunu düz tayp eləmişəm zahirdə. Oxumuşam da 2 dəfə görməmişəm. Gedibdir. Bu iştibah mənim tərəfimdən olubdu. Taypıda olubdu. Amma
dostumuz da tapıb da sağ olsun. Yəni nə demək olar? Mən Amma baxın, Türk yazısını, Türkçe, Arapça, Arap alfabesinde Türkçe yazını 4-5 yaşımdan başladım öğrenmeye. Ta yani indiyəcən. Hala da öğrenme halindeyim. Sonra medreseye gedəndən sonra Farsça yazısını öğrendim. Bizim evde Türkçe kitaplar var idi, Arapça kitaplar var idi. Benim büyük babamın molla olduğuna göre ve okuyordum. Ben Arapçanı da Farsçadan önce öğrendim. Türkçəni də, çünki bu Türkçəçi deyirəm Arab alfabesi ilə, əslində əski yazıdır. Yəni 100 il öncənin yazısıydı. İndi mən Türkçəni Arab alfabesi ilə yazında öyle yazmıram. Biraz değişik yazıram. Ancaq yazmamağa çalışıram, Latincə yazmağa çalışıram. Çünki bizim qurtuluşumuz Latincə alfabedədir. Mustafa Kemal'ın dediği kimi Türk milletinin qurtuluşu Arap dilinin, kültürünün egemenliğinden kurtulmadadır. Başka çare yoktur. Hele bu ki Fars'ta o bir xəstəliyin özü var İnsaf Əli bəy. Məsələn malariya. Bir de biz çormilçək deyirik. Siz ne deyirsiniz? Mığmığa. Bizdə də çormilçək deyərik. Siz çormilçək. İndi bəzi yerdə mığmığa deyirlər. Yo, mığmığa ayrıdır, çormilçək ayrıdır. Ayrıdır. Və bəs bu ağcaqanaq nədir? Bilmirəm, ağcaqanaq nə nədir, onu bilmirəm. Mığmığa Azərbaycanda da ağcaqanaq deyirlər. Herhalde bir tane malariya var. O da Arap kültürünün o egemenliği, o zorbalığı, o diktatör düşüncesi, o merkezgara, her şey merkez. Her şey bir yerden kontrol oluşasın. Biz bilmirik o hardadır. Aslında hiç vaxt görmemişiz. Hiç vaxt bize cevap vermeyipti. Hiç vaxt. Ancak oradan kontrol olur her şey. Ancak Arap kültürünün, dilinin, edebiyatının, geleneğinin, göreneğinin, her şeyinin bir xəstəlik düşünsəniz və mən bunu əhanət olaraq demirəm. Yalnız düşünceler zaten bir xəstəliyə bənzərlər. O hamısını, bunu gətirib Azərbaycan türkünə, genelde Türk'e ve özelde Azərbaycan türkünə bunu injekte eden, bunu yerləşdirən, şey eden, təzriq eden, hemen bu ağcaqanad, o da Fars varlığıdır. Ve ben bunu boşuna arz eləmirəm hikmət üzə. Ve ben Türklerin hem Xorasanda, hem Azərbaycanda müsəlman olma sürecini görmüşəm ve oxumuşam. Ve ben bilmişəm ki, aslında biz İslamı bile Farslardan almışıq. Araplardan öyle bütünlükle direkt almamışıq. Bunu çok adam öyle bilmir. Deyirlər bəs ki, Araplar atlarla gəliblər, bizi ya zorla, ya mərhəmətlə müsəlman eləyiblər və ya biz müsəlman olmuşuq. Öyle değil. Çok komplekstir mesela, çok karmaşıktır. Ancak İslam'ın ağır yükü bize Farslardan, Müslüman olmuş Farslardan ve sonra Müslüman olmuş Türklerden geçipti. Mesela sizin Türkiye'de, Türkiye ile Azerbaycan çok yakındır her meselede, ta Xorasan. O sözler ki işledirsiniz, İslam'a ait olan sözler. Mesela siz buyurun mesela İslam'ın en önemli meselesi nedir? Əmududdin nedir? Namazdır değil mi? Değil mi? Buyurun. Namaz değil. Yok namaz. Siz dünyada 1,5 milyar Müslüman var. Onlara namaz deseniz bilmezler namaz nedir. Çünkü onlar salat bilirler nedir. Ama bizde namazdır. Bu yani yalnız bu kelime değil. Şimdi namaza göre ne lazımdır? Ders namaz lazımdır değil mi? Ders namaz nedir? Türkiye'de ne diyorlar? Abdest. Abdest. Bizde ne diyorlar? Dest namaz. Ondan sonra benim anam indiki sizin ananız sağlıkta olsun. Herkesin ki anası var sağlıkta olsun. Benim anam bana deyərdi ki, ben anamdan soruşardım 5-6 yaşında da. Yani öyle büyüdüm, öyle məhəbbətlə anamdan. Deyərdim ki, adam uşaq 5-6 yaşına yetişəndə ölümü anlayır ve ölümü sorguluyor.
Deyərdim ki, adam öləndən sonra nə olacaq filan. Anam deyərdi ki, anam da öyle okumuş adam. Anam öyle savadsız değildi. Farsça okuyabilmezdi ancak bize Rusça okuyabilirdi. Öyle. Ya Kirilikçe, Azerbaycanca okuyabilirdi. Öyle. Deyərdi ki, şeydir, öləndən sonra bir dənə nəkiri, münşər, 2 dənə mələkə gələcəkdir və səndən soruşacaq ki, Rəbbün çist? Çist də deməzdi. Çist yəni kimdir? Çist yəni nedir? Hər halda deyərdi Rəbbün çist. Hətta o şivəsinə görə, ləhcəsinə görə çıxışla dərdi. Yox, elə o cür idi. Mənim dədəm nənəm də çist deyərdi. Hə. Bizdə Allah'a adam hesablardılar. Allah'a adam hesablardılar onu. Azərbaycan türkçəsində ç ilə c bir-birinə çox yaxındır. Hətta c-dan c ilə ç öylədir. Onu dil konusunda danışmışıq. Ancaq Rəbbin çist? Mən o da deyək Rəbbim Allah. Peyğəmbərin çist? Peyğəmbərin Muhammeddir. İmamın çist? İmam orası uzundur. Çünki 12 dənədir sayacaqsan. Və mən sonralar anladım Səfəli bəy ki, və biz, məsələn, dünyada 1,5 milyar şey var, müsəlman var, hələ onları bıraq, qoyaq olamısı cahildirlər. Və bu İslam tekstlərində, İslam yazılarında ki, mən dəfələrcə, yüzlər dəfə mütaliə etmişəm. Və niyə Peyğəmbər sözü yoxdur, məsələn? Çünki biz bunları anlamalıyıq, biz onları düşünməliyik ki, bu kəlmə nə zaman türk dilinə girmiş? Peyğəm. Çünki peyğam, siz bilirsiniz peyğam sözü nədir? Çünki biz Farsça etimolojisini bilirik. Etimolojiyanı kökən bilim. Biz Farsça kökən dil bilimini bilirik. Biz Türkçə bilirik. Biz Farsça, biz Ərəbcə kökən dilim bilirəm mən. Mən bu 3 dilin kökən, yəni etimolojisini bilirəm. Mən bilirəm ki, peyğam nə demək? Yəni 2 kəlmədən düzəlir. Sonra bər də gətirib qoyasın. Yəni həmən bizim dediyimiz, yəni xəbəri gətirəm. Ki, Türkçədə ona bir söz deyirlər ki, mən burada demək istəmirəm. Çünki bəzilərinə hörmətsizlik olar. Hər halda bu sözlər, yəni 2-3 dənə kələmə deyil. Əslində o dağarcıq ki, İslamı bizə calayıbdır, o kələmələrdə, o bütün o kələmələr hamısını yığasan, doldurasan bir torbaya. Baxırıq görürük ki, çoxu farscadır və oradan gəlib bizə. Və bu bizə, bu barədə sizdən də eşitmək istəyirəm. Buyurun. Oğuz bəy, elə baxın, məsələn, orada ki, deyirəm, adam fikir ürətir. Fikrin mümkün hamısını ürətməyəsiniz ki, siz. Yəni, birdən fikirlər bizə gəlir, kəlmələrdə, sözlərdə gəlir. Məsələn, baxın, mən elə onlardan biri ki, üstündə çox dayandım brainwashingdə. Biz də sən niyə brainwash olmuşuq? Yəni, bizim beynimizin niyə deyəcəksiniz ki, biz türkcə dəyər verəcəyik. Yəni, beyin yıxama. Beyin yıxama, indi bizim nə tür olub beynimiz yıxanıbdır? Buradan gəlir, baxın, biz əvvəl şiə olmuşuq. Şiətçilik İran mərkəzli, Fars mərkəzlikdir. Yəni, mehvəri, maşının təyərinin mehvəri vardı. Təyər onun, bir dəmir var mərkəzdə, təyər ona bağlanıbdır. Şiətçilik İrancılığın və Farsçılığın mərkəzidir. Sonra, hər kəs şiə olursa, dostumuzu fikirləyirəm, o dostumuzu çağırdınız. O görsənir. Salamlar, saygılar. Əziz yoldaş, sizi görə bilmirik. Əziz yoldaş, yol yeri. Adınız nədir? Elə bir getdilər. İnternetləri qaliba çox zayıfdır. Buyurun. Bizim yol gedirlər, xiyabandadılar, fikirləyə bilməyəcəklər, qoşulalar. Baxın, bizim beynimizin yıxanması şiəlikdən başlanıbdır. Elə cənabınız buyurduğunuz kimi peyğəmbərdir, vuzu, dəstəmazdır, nə bilim, namaz özüdür. Namaz namazı da namazın üstündə bilirsiniz. Cə bilirsiniz nədir orada? Səsim gəlir, bəy? Sizin adınız nədir, əziz? Yaşar. Yaşar bəy, niyə biz sizi görmürük? Yaşar, mən Azərbaycan Batı bölgəsindən daşmaşlıyam. Niyə sizi biz görə bilmirik, Yaşar bəy? Can? Sizi biz niyə görə bilmirik? Yəni görüntülü olaraq. Deyirəm ki, siz məni görə bilirsiniz, mən sizi görə bilmirəm. Bəli, görürəm, varsınız, siz məndə varsınız, tam var. Buyurun. Mən
Tamam, elə canlı da açamıram. Biraz belə irəli bir korta vurmuşlar məni. Hayır. Qorxursunuz Evet, ona- demək. Aha, o özümün görüntü olarak deyirsən qardaş. Deyirəm, siz məni görə bilirsiniz, İnsaf Əlibaya görə bilirsiniz, amma biz sizi görməyik. Bu çox insaflı bir iş deyil. Buyurun. Bizdə nədir? Bəy, gəlməmişəm ki özümü göstərmək üçün. O gəlmişik düşüncələr üçün. Yo, biz Əvvəldə sizin düşüncəm adınız nədir? səmimidir ki, düşüncədən bir yol tapar. İnşallah o iqdam, hərəkət yoluna düşəndən sonra biz burada görüntü verməsək də, amma o boyda yüzlərimiz vardı ki, Yo. birinci adımlardan ki, hər zaman səhnədə Danışmağa haqqımız başlamadan üçün, öncə. hər yerdə çalışmışıq. Mən Minlərcə izin bu verməyəcəm oyuna da siz düşmüşük. danışasınız. O boyda da çıxarımız vardı. Çünki Sadəcə burada ben birisi gəlib böyle canlılarda olmaz çıxar ki. verən deyil. Yəni onu o babətdən. Biz Onu önce əlqə danışıqdan Salam, önce- salam. Mən hələ gömlük yeyirəm, danışmaram. Danışıqdan önce özünüzü Gömlük yeyim, hələ danışmam qatırlar. Medeni Oğuz Bey, danışıq Oğuz böyle. Bey, hem Gömlük cələsində yeyim, çox gömlük haldı. yeyim, hələ gömlük yeyim. Oğuz Bey, Affedin. dostumuz Ha, bir yerdə gömlüyüm. Cələsə çox haldı. O dostumuz, bir ayrı dostumuz gəldi. Salam, salam. Ben öyle Salamlar. Salam oldu. Bekleyin. Salam, Lütfen salamlar. gözleyin. Eşittik sizi. Gözleyin. Danışık böyle olar ki, medeni bir danışık böyledir ki, önce özünüzü təqdim edersiniz. Ben buyam ve adım budur ve ben böyle birisiyim. Yoksa gizlin olarak, görünmeden, illa da ki bilirsiniz Nizam-ı Müqəddəsin Sipahi Saybırisi çok faaldır, bilirsiniz İnsaf Ali Bey. Bəli. Ona görə mən görünmərəm, mən o günü gözləyirəm ki, böyük bir devlet qurula, biz hər şey onda özümü göstərəcəyəm. Adım da budur. Ondan sonra amma mən görüşümü söylərəm sizə də deyərəm ki, nə iş görün filan. Sən bu söhbəti elədin. Ona görə əgər siz bizimlə aynı eşit vəziyyətdə danışmayacaqsınız, sizə 3 saniyədən sonra mən sizi salıram aşağıya. Yox, mən sadəcə gəldim bu düşüncəmi deyəm. Bu boyda görüntü nə olubdu? Görüntü verənlər nə iş görüb? Sən mənə bir dənə bu soruna, iş mənə yox, bu millətə cavabını ver. Bu boyda görüntülü olanlar nə iş görübdü indiyə qədər? Görüntü verib siz nə işlər olubsuz? Medialar ərizə olub. Mən nəyi başarmıram? Bizim heç baxımızın üstündə Oğuz Bəy. O təhdid ki, bizim əlimizdə var. Oğuz Bəy, biz bəzən Bizdə vardı. Aşağıya salayım çünkü yani kimliksiz birisiyle danışmak doğru değil. Doğru deyil. Doğru. Mən də bunu mütəqidəm. İnsanlar iş istəyirlər danışırlar, gərək cəsarət eləyələr, deyirlər, bu fikrin sahibi mənə. Və o Bu fikrin məsuliyyəti mən daşıyıram. Onda bilirsən, onda olar ki, siz bu fars. Ha, oldu. Tamam. İnsaf Ali Bey, üzr istəyirəm. Yox, doğru. Yani budur ki, bu dostumuz ki, sağlamlısınız bu kimdir? Siz, İnsaf Ali Bey, mən sizi, həyatınızı bilirəm. Üzr istəyirəm bu cür deyirəm sizə. Mən sizin həyatınızı bilirəm. Çünki sizin həyatınız məni də etkiləmiş. Və bizi də etkiləmiş. Hamımızı etkiləmiş. Və mən sizin həyatınıza hörmətim var. Və siz dediyinizi, o sözünüzü, ağzınızı, əlinizi, pulunuzu, malınızı, varlığınızı bir-birinin yanına qoymuşsunuz. Yani bu mənim dediyimdir budur burada. Yoxsa mən özümü burada gizlədərəm. Sözümü orada, amma sözümü də deyərəm və sizə də öyrətərəm ki, necə birisiyəm. Bu böyle olmaz. Bilirsiniz də nədir? Bu insafsızlıqdır. Bu doğru değil və ərdəmdən uzaqdır ki, mənim düşüncəm var, ancaq düşüncəmi savunmağa cəsarətim yoxdur və ona görə də zindana getmərəm, ölmərəm, öldürmərəm. Mənə görə o millətlərin ki, başı ucadır, onlar düşüncələrinə görə həm ölərlər, həm öldürərlər, həm zindana gedərlər, həm onların Oğuz Bəy, insan düşüncəsindən ibarətdir. Buyurun. Oğuz Bəy, insan düşüncəsindən ibarətdir. Düşüncədən sonra nədir Bir ki? insan düşüncəsinin dalısında durmayacaq və onun yolunda zindana getməyəcək, ölməyəcəkdir. Yəni, düşüncəsi yoxdur. Yəni, bir düşüncəsi yoxdur ki, buna ərzişi yoxdur. Siz o qiymətin vermişsiniz, ona görə deyirəm sizə. Ərz edirəm ki, düşüncə o zaman ərzişlidir ki, düşüncə sahabının dalısında durar. Həzrəti Məhəmmədidən bir nağıl var. Doğrudur, yağılandı, orası işimiz yox. Deyir ki, ayı qoyasız sağ əlimə, günü qoyasız sol əlimə, mən düşüncəndən əl çəkmərəm. Çox gözəl sözdür. Çox gözəl. Bəli, çox mühümdür. Gedir Şeyh və Əbu Talibdə ac qalır. Onun nəvəsi İmam Hüseyin də demiş ki,
İnnel hayatı əqidətün vəl cəhad. Və cəhad. Deyir ki, bütün yaşam düşüncedir ve o düşüncenin yolunda çalışmaktır. Savaşmaktır. Savaşmaq. Cihad fakat savaş değil, çalışmaktır. Çalışmaq. Bilirsiniz, cəhd aslında Cəhd şeydir. Yani çalışmak anlamına gelir. Herhalde bazıları elə düşünürler ki, İnsaf Əli bəy, siz bu cəsarəti əldə etmişsiniz, çünkü indi İranda yaşamırsınız, ona göre cəsarətlisiniz. Bəs demək sizi tanımırlar, demək məni tanımırlar, bilmirlər ki, biz elə orada da böyleydik, zindanda da böyleydik, her zaman böyleydik. Heç bizə... Oğuz bəy, mən zindanda ən çətin yazılarımı, ən qorxunc yazılarımı zindanda yazdım. Xəbərim var. İndi bizə bir iş görək. Bir yoldaşımız gəlmiş bura. Görək bu yoldaşımız. Sizin özünüzü təqdim eləyin və deyin ki, nə demək istəyirsiniz əziz İnsaf Əli bəyə? Buyurun. Salamlar, salamlar. Azərbaycanın Tehran şəhərindən salam olsun. Ay, sağ ol. Öncə Azərbaycana, sonra Turan'a. Turan'ın Tehran şəhərindən. Türk dünyasının ya Turan'ın en büyük paytaxtı Tehran'dır. Tehran'dır. Salam olsun. Mənim bir önerim var. Bu çok mühim bir önerdi. Önerim de budur. Lazımdır. Artık zamanı gəlib. Bizim dövlət, Azərbaycan dövləti. Biz Güney Azərbaycana, biz 40 milyonluq Güney Azərbaycana və Türkmənistan dövləti Güney Türkmenistanlılara çiftə vətəndaşlıq verər. Yəni nə? Mən gedirəm Bakıya işləməyə, ərəb də gəlir orada oturma izni alır, Pakistanlı da gəlir alır. Çox gözəl söz. Çox gözəl söz. Bəli. Çox gözəl söz. Evet. Məncə Güney Azərbaycanlıyam, öz vətənimdə edirəm oturma izni alıram. Təbiidir, bunu sevməyənlər var. Kimdir sevməyənlər? Rusiyadır. Fars faşistidir. Ondan sonra işte dünya emperyalistidir. Buna karşıdırlar. Ama cəhənnəmə ki, Allah'a biz bağlıyıq. Allah'tan gələk qorxaq. Bəndəsindən qorxmayaq ki. Bizim dəmir yumruğumuz var. Vardı. Utuldu etdi. Onlar Qarabağda qayb elədilər. Utuzdular, qutulub getdi. Ələn artıq zamanı gəlibdir. Biri bu. Bir də ki, elə nə deyim məsələn, ələn bu nəmə nədir? Da indi bu yani əlan bax artıq zamanı bu çox bir mühüm mətləbdir. Azərbaycan Birliyin 50 il salar qabağa bu mətləb. Yani siz deyirsiniz ki adınızı bir də lütf edin bana. Mən qurban olum. Mən Türkoğlu. Türkoğlu bəy. Sizin öneriniz budur ki Azərbaycan Cumhuriyyəti Güney Azərbaycan'da istəyənlərə çiftə vətəndaşlıq versin veya iqamət versin. Böyle deyirsiniz. Belədir. Təşəkkür. Mənə görə çox yaxşı öneriniz var. Mənə görə çox yardım elər. Türkiyə də bu işi görməlidir. Ancaq ən önəmlisi Azərbaycan bu işi görməlidir. Çox sağ olun. Qardaşım. Təşəkkür. Tehranda, bu önerim budur. Tehranda özünüzə yaxın düşüncəli insanları bir yerə yığın və bir yerə yığışın. Çok sağ olun. Doğru. Bir sözüm de var. İşte bunu genişlendirmez lazımdır. Yani Turan ölkələri, Türk ölkələri, Turan ölkələri ve artık zamanı gəlib, hatta Özbekistan, Kazakistan, nədir, Qırğızistan, onlar da bize bu vətəndaşlıq vermək zorundadır. Yəni bize bir özel dəstək verirlər. Artık zamanı gəlib. Çok teşekkür ederim. Önce bir de bir mesele. Azərbaycan vətəndaşlığını, önce Güney Azərbaycan vətəndaşlığını qazanmalıyıq. Onda onlar bizi tanıyacaqlar və hər məmləkət də öyle tanıyacaq bizi. Çok sağ olun. Sayın Bey, bir söz deyim. Alan vardı güneydən, istəyirlər o yana edələr. Bu mətləb, bu hemen bu problem qoymur gedə. Yəni ələ mənim öz şəxsim. Yani hazıram Qazaqistan'da qalam, amma güneydə şu an feylən qalmayam. Yox, məsələ budur ki, yəni mən istəmirəm bu bəhs, yəni bizim bəhsimiz ayrıdır. Biz İnsaf Əli bəy bizim qonağımızdır. Ancaq bu bəhsə çəkmək istəmirik. Çünki ancaq bu bəhsə gələndə biz istəyirik ki, biz gedək başqa yerdə olaq yerinə, biz istəyirik ki, hər şey Güney Azərbaycanda olsun. Çünki biz Güney Azərbaycanı
ortada görürük, mərkəzdə. Biz Qazaxıstanla, Özbəkistanla əsla işimiz yoxdur. Bizim işimiz Təbrizdən və Güney Azərbaycandandır. Doğrudur, doğrudur. O mən də istəyirəm. Bizim Amma siz hangi parti? Güney Azərbaycan Cumhuriyyətindən başlar. Düzdür, düzdür. Siz hangi partinin sədrisiniz? Hangi partinin? O mənə göndərərsiniz. Elə buradakı qatılmışsınız. Orada baxın bura. Hə, partimiz. Güney Azərbaycan İstiqlal Partisi. Hə. Güney Azərbaycan Instagramda var. Əlbəttə var. Facebookda var. Əlbəttə var. Tabii, mən gələm əlaqə saxlarım. Çox sağ olun, özünüzdən bir qayaq. Yaşasın Azərbaycan, yaşasın Turan. Yol Turan. Üz istəyirəm İnsaf Əli bəy. Yox, xahiş edirəm. Bu dostumuzun düşüncəsi haqqında biz Günas TV-də bir dənə bərnamə apardıq. Türk dostlarımızdan 4 nəfər də çağırdıq, danışdılar. Böyük bir məsələdir. Çiftdə vətəndaşlıq əgər bizə, yəni İranda yaşayan türklər, yəni Güney Azərbaycandan əlavə Qəşqailər var, Xəliclər var, Xorasan türkləri var, Türkəmən səhralılar var. Bunlara çiftdə vətəndaşlıq verilsə, bunların özgüvənləri çox yuxarı gedər. Və türkləşməyə tərəf bizi daha çox aparar. Yəni, Güney Azərbaycanlılar daha hızlı türkləşərlər. Və fars bastısı ki, keçən 100 ildə olubdur, bizim beynimizi dəyişdiriblər, farsçılığa, İrancılığa, bu aradan gedər. Niyə? Buna görə ki, İran günü-gündən bölgədə zəifləyir, əhəmiyyətin, önəmin əldən verir. Bu tərəfdən də Türkiyə və Azərbaycan günü-gündən gücləşir, qudrətləşirlər və iqtisadi cəhətdən, siyasi cəhətdən, əxlaqi cəhətdən, fəlsəfi cəhətdən, elmi cəhətdən, teşkil cəhətində, dünya səviyyəsində gücləşirlər. Bu gücləşmək insanlara bir başqa hüviyyət verər, başqa bir özgüvən verər. Mən Türkiyəliyəm də. Yəni, həm Türkiyəliyəm, həm Azərbaycanlıyam. Azərbaycan Cumhuriyyəti bunu çox eləməlidir. Amma bunu biz gərək eləyə bilək ki, Azərbaycan və Türk parlamanlarına daşıyaq. Yəni, əgər o gün gələ ki, biz eləyə bilək bunu parlamanlara daşıyaq, onlarda bu bəhsi açaq, o gün biz müvəffəq olarıq və bu bizə, dedim, bizim tək-tək insanlarımıza, yəni, o gün hər kəs ki, farsı danışmağı iftixar bilir, türkləşməyə gedər. Çünki mənə orada bir fayda var. İnsanlar fayda, bunu mən də əvvəllərcə demişəm, insanlar fayda üzü ilə dili kullanırlar. Dili o zaman istifadə edirlər ki, ondan bir fayda gəlsin. Əgər bir daha ölü dil var, ondan mənə fayda gəlmir, insanlar onu danışmazlar. Niyə farsını çox danışırlar? Çünki deyir ki, bundan istihdam olacağam, iş tapacağam, nə bilim, dərs oxuyacağam, təbliğ olmayacağam. Bunlar mənfəətlərdir. Adam istəyir farsı danışmağını ələ gətirsin. Əgər insanlar çiftdə vətəndaşlıq, türk vətəndaşlığında alsalar, 40 milyon adam bir az sürədə, məsələn 5 il içində 2 vətəndaşlıq alsa, İran öz-özünə parçalanmış, insanlar türkləşmiş, mənfəətini almış, bilir ki, mən rahatca Azərbaycana gedirəm, Azərbaycanlıyam, Türkiyəyə gedirəm, Türkiyəyəm. Daha İran dövləti buna deyənməz ki, onlar türkiyəlidirlər, ya türklər, sən türk deyilsən, Azərisən. Adamın vətəndaşlığı var. Çox təşəkkür. Dönəlim öz məsələlərimizə. Əziz İnsaf Əli bəy Hidayət, bilirsiniz ki, mən sizdən soruşdum ki, istiqlalçısınız, ancaq hangi istiqlalçı təşkilata ən azından həvadarsınız və ya tərəfdarsınız və ya özünüzü yaxın bilirsiniz və buna mənim sözümün ortasında dediniz ki, heç birisini. Bunları danışırdıq ki, o yoldaşımız, o adam ki özünü şey etmişdir. Tamam, dostumuz hər halda istəmədilər bu şəraiti qəbul eləyələr, şərait də müsavi olmayandan sonra mən hər şey deyə biləm, altından da qaça biləm. Mən də özümə... Mehran Baharı məsələsi kimin olur da, mən pərdənin arxasında hər şey deyərəm, siz də... Cavab da vermərəm. Yəni çünki siz bilmirsiniz ki, kiminlə danışırsınız. Onun üçündür. Mən əvvəldə cənabınız buyurdunuz ki, siz niyə penneyini seçməmisiniz, ya Türkçe ad özünüzə götürməmisiniz. Dedim ki, bu brend olubdur. Bu tanınır, bu məsuliyyət qəbul edir. Mən hər sözümün qabağında məsuliyyət qəbul edirəm. Oğuz bəy, mən 2004-dən Amerika radyosu ilə, radyo fərdə ilə, oraya ilə, buraya ilə 8.000 dolara yaxın mən hüquq ala bilərdim radyo fərdədə qalsaydı. Olsun, onlar... Amma mən bu günləri, baxın,
bu 8.000 dolara əldən verdim, gəldim 1.000 dolara işlədim Güraz TV. Amma hər kəs yəni hər kəs ki indi sizin səviyyədədir, yəni ya biraz aşağı, biraz yuxarı öz qurbanlıqlarını vermiş milli hərəkətə. Tabii, tabii. Bizim şəhidimiz vardı. Bizim Fatih Türkçü'nün bizim yüzlər şəhidimiz var və keçən 100 ildə 100 minlər şəhidimiz var. Yəni. Oğuz bəy, bunu demək istəyirəm. O brand neymiş olur? O brandin bir xəzinə veribdi o. Ha, brand. O İnsafalı brandi deyirsiniz ki, heç təşkilata tərəfdar olmaram deyirsiniz. Yox, onu da təşkilatdan böyük bilirsiniz. İndi mən bunu deyim. Mən təşkilatlaşmağın tərəfdarıyam. Bunu Güraz TV-də bərnamələr gətirmişəm, qoymuşam türk dilində, fars dilində və bu ki, insanlar təşkilatlaşsınlar. Niyə bunu demişəm? Çünki mən əgər bu günləri qayıbdan olsam, ya cəmaatdan olsam, ya cəmaatdan olsam, ya hər hansından olsam, bu sözü desəm qəbul edilməz. Deyərlər, bura yığa. Yox, hər kəs hansı təşkilata daha özünü yaxın bilir, oraya gedə bilir. Mən istiqlalçıların hamısına yaxınam. Yaxınsınız herhalde. Hamısına yaxınam. Ancaq özünüzü təşkilatlardan böyük mü bilirsin, o brandi? Yox, özümü... Yox, brandi, o brand. Yox, brandi də böyük bilmirəm. Amma brand özünə bir şeydir, mediadır. Bu brand özünə, yəni mən deyəndə ki, məsələn, gəlin hizbilərə üzv olun. Çünki əgər biz cəmi hərəkət eləməsək, kollektiv hərəkət eləməsək, bütünlükdə hərəkət eləməsək, sınarıq. İnsaf əlini rahat sındırmaq olar. Amma bir dana partini ki, 200 dana rəsmi üzvü var, 500 dana rəsmi üzvü var, 10 dana rəsmi üzvü var, bunu sındırmaq olmaz. İnsaf əli bu gün ölsə, nəzərləri, sabahları getdi, qutardı. Amma bir dana parti filan kəs ölsə, Bəhman kəs onun yerinə gələcək, o fikri aparacaq qabağa. Amma bu sözü demək üçün mən müstəqil olmaq məcburiyyətindəyim. Yəni bu ki, mən adamlara demirəm, get filan hizbin üzvü ol. Deyirəm, get hizb üzvü ol. Amma, məsələn, mən Təbrizdə idim, dostlar deyirlər, gəlin hizb quraq. Deyirdim ki, Cənab Mənuseyid Əzizi içəridə hizb açıbdır, şeyə gedibdir. Gedin ona hizb olun. Niyə mənə deyirsiniz, gəlin hizb olaq? Nə istəyirsən ki, o istəmir? Yəni, siz təşkilatlanmağın şiddətlə tərəfdarısınız. Çox şiddətlə. Sizə görə təşkilatlanmadan başqa yol varmı Güney Azərbaycanın qurtuluşuna? İnfiradi adamlar ölərlər. Təslim olarlar, heç zıd eləməyə bilməzlər, xəzinə çox verərlər. Kollektiv vəziyyətdə bizim ayrı yolumuz yoxdur, kollektivləşmək, cəmləşmək, adiləşmək. Qurum həmən təşkilatdır, yəni. Bir qurum qurulmuş, onun adı Məşvərəti Təsmimdir. Dünənki gördüm, oxudum. Yəni bunlar təsmim tutacaqlar. Sizə görə, yəni bizim barəmizdə təslim tutacaqlar. Mən oxudum, hər şeyini oxudum. Mən dünən onu oxudum. Adamların listini də oxudum. Bu adamlarda 5 dana türk var, 2 dana türkəmən. Siz ikimiz, bax, indi biz danışsaq, eşidənlər sonra da eşidəni deyəcəklər, bəs ki, biz bunları öncədən danışmışıq sizinlə. Əsla danışmamışıq. Məndə də o 5 nəfərin adı burada yazmışam buraya. Mən də aynı seyri ki, siz gedirsiniz, mən onu getmişəm. Bu nədir bu şurayı təslim? Mən də hamısını oxumuşam. Məsələn, bu ki, şurayı təslim, nəyin təslim tutacaqlar? Nə olacaqdır? Valla, aşağıda bir şeyler yazıblar, 3-4 madde yazıblar. Amma calibdir ki, mən ittifaqən istəyirdim bir şey yazım, sonra dedim ki, bu mənim əsli məsələm deyil bu şura, ona görə yazmadım. Baxın, məsələn, orada əvvəldə deyir ki, xanımların haqqı olmayıbdır, amma millətlərdən söz gətirmir. Yox, şeydə yazıb ki, təmamiyyət-i ərzi İranı. O ayrı. Sonra yazır ki, mərkəzgərə olmayacaq da. Yox, amma bu maddələrin sonunda və sonra da mərkəzgəranı da elə yazıb ki, siz bunu elə, çünki baxın, mən bu cürsü düşünürəm. Deyirəm ki, orada ki, bu deyir, niyə əvvəldə gəlir xanımların məsələsini bol deyilir? Ya, o 3 danadan öncə o 3 amatdan öncə... Siyasi söyləmdə qadınlar olur, xanım olmur. Qadınlar. Qadınlardan niyə söz aparır, amma şeydən söz aparmır, millətlərdən. Çünki millətlər buna
dərəcə əhəmiyyəti yoxdur. Xanımların, qadınların dərəcə əhəmiyyəti yuxarıdadır. Niyə? İstəyir ki, bu 50% millət gördüyün özünə çəksin. Amma %50'nin %75'i, yəni o kolli yüzün %75'i Fars deyil, İrancı deyil, Pan-İranist deyil, Ərəbdir, Türkdür, Türkçəməndir, Bəluçdur, Lordur, Ciləşdir, Mazəndir. Rıza Müridi kimin Dariush bu İqbali var ya xanəndə. Bu iki siyasi ve Fərhəngi Yosman'ın da adı var orada. Mən Yosman'ın Farsçasını veya Ərəbcəsini demirəm. Elə hər kəs Türkçəsini bilir, onun anlamına baxa bilər. Bu siyasi Yosma Rıza Müridi ve Fərhəngi Yosma Dariush ki özünü iki tərəfdə Türk oldu. Onlar tərəfdardılar. Onlar şey deyirlər. Onlar üz və əsli deyirlər. Məhəmməd Hüseyn Yahyayı üz və əslidir. Üz və əslidir. Ki bətərdən onu istəyirlər doktoray iqtisadlı filandı. Ondan sonra Rıza Talibi yenə də özünü Məncə bu bəhsə getməyək. Baxın. Mən elə İbn Sabri 104 nəfərin içində. Sizə görə bunlar Güney Azərbaycan Cumhuriyyətindən bu yana biraz öncə mən elə Günas TV-də danışırdım. Ona görə bu söhbət orada da oldu ki Azərbaycan Cumhuriyyətinin qurulması milli hərəkətə böyük bir momentum qazandırdı. Bu cümləni mən işlətdim. Bu momentumdan hətta bəziləri var ki, məsələn bu Mahmud Ali Çehriqani var ya, o deyir, bəs ki, məsələn, milli hərəkəti o yaratmış, məsələn, 94-də, 95-dən bu yana, o da bilmir. Yəni, bu gün maalesef bu cahillərin, qafillərin əlindəəsirik bizlər. Ancaq, onu demək istəyirəm ki, hətta mən cənabınızın şeylə, sözləri işlədirsə, onunla müşkülüm var, bilirsiniz. Yoxdur. Məsələn, mən Döktür Çehriqani çünki hər kəsən özünün bir təsiri var. Mən deyirəm ki, geçən 30 ildə bu momentum ki, qazanıb milli hərəkətimiz, hələ bu qədər güclənəndən sonra deyirik, yenə də biz baxırıq, görürük ki, bəzən tanıdığımız, sevdiyimiz adamlar, ne bilim, ərz elədim, bu adları çağırdım, Rıza Talibi kimin, mən Simin, bunlara hörmətim var Simin xanıma ona buna. Bunlar necə gelirlər bir çağızın altında adları olur ki, o çağızın üstündə İranın təmamiyyət ərzisi, yəni Güney Azərbaycanın qətli amının sözü doxunur. Buyurun sizin nəzəriniz. Çehriqani məsələsini yox, çünki Çehriqani məsələsini bundan sonra danışaq. Yalnız bunu danışaq indi. Ərz eləyim ki, Oğuz bəy, mən biraz fərqli baxıram. Buyurun. Mən dostlarla biraz fərqli baxıram. Mən deyirəm ki, İstiqlal amal və arzudur. Yəni, mən bunu istəyirəm. Yəni, mən istiqlalçıyam. Mənim arzumdur, diləyimdir, istəyimdir. Gecə yatanda bu arzu ilə yatıram, yuxudan duranda bu arzu ilə dururam ki, bunu quracağam. İndi nə qədər zorum çatar, bir dana kərpiş götürüb qoya bilirəm bu divara, o mənim vəzifəmdir. İndi deyirəm ki, əcəba federalçılar bu hərəkətə nə yardım eləyə bilərlər? Mən həmişə belə baxıram. Deyirəm ki, federalçılar yolun yarısınacan gəlmək istəyirlər. Feylən. Deyir ki, ağa, mən İranda bir federal sistem istəyirəm. Məsələn, Şəriət Mədarı, Ayətullah Şərif Mədarının oğlu deyir ki, federalizmi coğrafiyaydan danışır. Deyir ki, bir belə məmləkət vardı, bir belə də xudmuxtar vardı. Yaxşı, bunlardan danışır. Deyirəm ki, tamam, bunlar yolun yarısınacan istiqlala istəyirlər. Biz bunlara köməklik eləyəcəyik ki, bunlar bu yolun yarısını gələrlər. Amma biz yolumuzu gedəcəyik. Yəni, gözləməyəcək bunlar federalizm alarlar. Biz insanlarımızı hazırlayacaq istiqlala. Amma federalçıların qabağında durmayacaq. Çünki federalçılar gəlsinlər, bassınlar, fişar gəlsinlər, zor qoysunlar. Bu məmləkətdə bir dana da yol açsınlar. İttifaqən mən deyirəm ki, alternativdir İran rejiminə. İran rejimi seçməyə məcbur qalacaq. Ya alternativ, ya federalizm, ya istiqlal. İstiqlalı ki, qəbul eləməyəcəklər heç birisi. Məcburdular ki, istiqlalçıların qorxusundan sığınsınlar federalçılara. Federalçılıq bir addımdır istiqlala tərəf, mənə nəzərimdə. Necə ki, federalçılar məcburdular, mən o zaman ki, federalçı gündə bunu deyirdim, məcburdular qanun əsasçıları qəbul eləyərlər. Çünki onlar da bir addım istirlər aparalar. Hər əl bir addım götürmək istəyir, Oğuz bəy. Yəni, düşüncəsinə görə, gücünə görə, qorxularına görə
cəsarətinə görə özünə bir yol seçir. Mən bunlara ehtiram qoyuram. Deyirəm ki, tamam bu adam qanun əsasçısı olsun, əsl 15-ci olsun, bu adam da federalçı olsun, bu adam da bu olsun. İndi bu tərəfdə də deyirəm ki, bizim Azərbaycan millətindən hər fikir var. Kəsirul fikiruk biz, kəsirul rəftaruk, kəsirul filan. Yəni bizim davranışımız da, düşüncələrimiz də fərqlidir adamlarımız. Onun üçün deyirəm ki, mən gecə baxırdım, dedim ki, dua edirdim ki, orada 20 dana türk olur. Çünki o çevirə bilər. Orada o hizbin, o düşüncənin qurulur, onun için türklüğə tərəf çevirə bilər. Amma olmasaq, sıfıra tərəf gedərik. Biz, mənim nəzərimdən, gərək insanlarımız daha çox o cəriyanda olalar ki, onu türklüğün ziddindən heç olmasa çıxadalar. Heç olmasa türklük rəsmiyyətə tanınır onun içində. O cəmiyyətin, hətta fars cəmiyyətinin içində. Çünki biz olmasaq, bir sahədə uduzmağa tərəf gedərik. Sabahları, məsələn, yox, dünya gücləri gəlsələr, onun üstündə geçsələr, məsələn, İngilistan bunu qurur. Bu cəmiyyəti İngilis dövlətinin taza oyunudur, qurur Amerikanın qabağında. Amerika quran cəmiyyətlərin qabağında yeni bir oyundur, bu qurulur. Əlbəttə, mən Döktür Yəhyayı ilə çox yaxşı təmasım var. Döktür Səlman Əşrafi cənabları ilə çox yaxşı ilgim var. Dostluqlarım çox güclüdür. Soruşdum da, amma hələ feylə cavab almamışam ki, kim qurur, necür qururlar, necür gedəcəklər qabağa, hədəflər nədir, amaclar nədir? Açıqlıq, çünki bu üzvülər gərək bilərlər ki, bu niyə qurulub? Amma hələ feylən bunu almamışam bir şey, onun üçün də bir şey deyə bilmirəm. Amma mənim nəzərimcə olmaqları, olmamaqlarından yaxçıdır. Sizə görə ki, yəni bir özünüzü, yəni ən azından biz deyə bilərik ki, siz bir aydınsınız, yəni siyasi olaraq. Aydının da budur ki, yəni bəlli bir aydınlıq var sizdə. O məfhumların, siyasi anlamların, yəni bir kəlmələrin siyasi anlamları var. Ondan sonra değişik alanda aynı kəlmənin değişik anlamı ola bilər. Mesela biz deyirik ki, istiqlal. İstiqlal bizə görə, yəni həmən bağımsızlıq, bizə görə o bağımlılığın qarşısında bir tepkidir. Yəni ən azından. Yəni mütləq bir torpaq, bir coğrafi məntəqə işğal altına gedir və buna tepki olaraq, buna əksüləməli olaraq o torpaqda, o ərazidə yaşayanlar hər çeşit qrupdan olur olsun, istəyirlər ki, oranı bu işğaldan qurtararlar. Bu baskından qurtararlar. Yaxşı. Bu böyle bir, mənə görə, yani biz bunu böyle rahat da deyə bilərik. Bütünü qurtuluşdur yani hemen bağımsızlıq. Yani elə bir ki, mesela siz bir heyvanı zindana salırsınız, qəfəsə salırsınız, bir yerə salırsınız, qapısını qapatırsınız. O saniyədən ki, orada qapanır, istəyir çıxsın eşiyə. Yani o eşikdə olmaq, o içərdə olmağa qarşı bir tepkidir mənə görə. Burayacan mənə görə razısınız siz. Yəni, bağımsızlıq nəyə qarşıdır, nəyin tepkisidir və onun bağımsızlıq olmasa alternativ nədir? Alternativ işğalda yaşamaqdır. Yəni, vaxtı işğalçının əskəri sizin xiyabanınızdadır, sipahi danışı sizin kəndinizdədir, bərq idarəsindən gələn sizin evinizin içine girir, su idarəsindən gələn fəhləsi, postçusu, xiyabandakı əlamətlər, xiyabandakı adlar, mədrəsənizdəki müəllim, dil, binalar, uşaqlarınızın adı, tarix kitablarınız, yazılarınız, dünyada tanınılacaq kimliyiniz, muzeylərdə dünyada sizin tanınacaq adlarınız, sizin coğrafiyadan çıxan ürünlərin dünyada sizə tanınacaq ad hamısı işğal altındadır. Bunun öbürü tərəfi nədir? Bağımsızlıqdır. Bu bağı qırmaq, bu ipi qırmaq, kəsmək və bağımsızlıqdır. Buna razı mısınız? Doğrudur. Bunun üçün də mən neçə ildir bunu deyirəm ki, biz farslardan qırılmaq üçün
məzhəbdə də qırılmalıyıq. Amma sözü ayrı yerə çəkirsən. Yox, ayrı yerə çəkmirəm. Biz farslardan qırılmaq üçün hər şeydən qırılmalıyıq. Hər şeydən. Mən deyirəm, əgər istiqlal lazımsa, niyə? Çünki işğal deyil. Bu saxtakarlıq ki, İran dövləti bizim ortamıza atır ki, federalizm mi istəyirsiniz, yoxsa başqa istiqlal? Və böyle bir ortada İngilizcədə o fəlsəfədə deyirlər dichotomy. Dichotomy yəni iki dənə problemi qarşılamaq. Yəni özdə sənə başqa seçenek vermir. Sənə dichotomy sunan. Və hər zaman o hakim düşüncə sənə dichotomy sunar. Zindandasan. Qifil də bağlı deyir ki, sabah istəyirsən 7-də çıxasan havaxoruya ya 9-da. Bu dichotomidir. İkisi də sənə zərərlidir. İkisi də. Məsələn, bir pəhləvilər gəlsin ya mücahidlər gəlsin. Ya da mən oturmuşam da burada. Hamısı sənə zərərlidir. Fəqət o şeydən ki, danışılmır, o qıfıldandır. İndi baxın, sənin evindən eşiyə çıxmadandır. Ancaq federalizm saxtakarlığı da ki, öncə federalizm olar, sonra istiqlal olar, federalizm bunun yoludur. Bu həmən o şəyyatlıqdır ki, rejim, mənzurum Cumhur İslami deyil. Bu İran Fars işgal sistemi beyinlərdə bunu təzriq eləyir ki, burada bir sistem var. Təzə yadına düşmüş ki, 100 il çalıb çapmaqdan sonra yadına düşmüş ki, federalizm sistemi var. Gəlin bunu istəyir. Buyurun. Əlbəttə, orada qeyri-mütəmərkiz deyir. O qeyri-mütəmərkizdən məlum deyil nədir nəzəri. Yəni, bilmirik federalizmdir, demir federalist. Orada o deyil. O hizbin ki, bu təsmimin şeyi. Amma baxın, bir dənə kitab var. Bu son tezonun şeyi. İngiliscəsi siz məndən yaxşı bilirsiniz. The Art of War. Və farscası da Hünər-i Cəng. Türkcəsində məndə var. Ərz edeyim xidmətinizə. Onu İngilizcəsini oxumuşam mən. Savaş şey. Burada var, PDF-im var kompüterdə. Türkcəsində savaş sənəti. Savaş sənətində deyir ki, düşməni yıxmaq üçün ağıllı gərəkir. Ağıllı olmaq üçün düşməni əvvəl gərək tanıyaq. Düşmən kimdir? Hər sahədə tanıyaq. Yəni bir sahədə deyim, yaxşı, Fars, qudardı. Yox, düşmən kimdir? Bu düşmənin iqtisadi boyutu var, nizami boyutu var, siyasi boyutu var, hüquqi boyutu var, fəlsəfi boyutu var, əxlaqi boyutu var, dini boyutu var. Boyutları çoxdur. Yəni bunun əbadı, farsça desək, ərəbcə desək, əbadı çox böyükdür. Onun üçün biz məcburuq ki, əvvəl düşmənimizi tanıyaq. Tanıyandan sonra deyir ki, ən ağıllı iş düşməni yıxmaq üçün nədir? Düşmənin içinə girib, düşməni içindən bir bölmək, bir-birinin canına salmaq və bir-birinə qırdırmaqdır. Sonra, əgər sən bu yoldan eləyə bilməsən ki, zəfər qazanasan, nə edəcəksən? Sən özün nizami gücə girəcəksən. Amma yenə deyir ki, nizami gücünü saxla axirə. Əvvəl bunun ittihadlarını dağıt. Düşmənin ittihadlarını dağıt. Hangi millətlərindən ittihad qurur? Nə cür qurur? Dini şiəlik məsələn. Azərbaycandan özünə adam çıxadıb. Əfqanistanda şiələr, Afrikada belə şiə düzəldibdir. Allahın bu şeyində, nədir o, Amerikayı Latində milyonlar dolar xərcləyib özünə şiə düzəldir. Tamam. Əvvəl bunları tanıyacaqsan, bunları bundan kəsəcəksən. Yəni, Azərbaycan şiəsini, Fars şiəsindən kəsəcəksən. Nədir kəsəcəksən? Ağıl eləyəcəksən, bunu tapacaqsan. Nədir kəsim? Sonra din ilgisini kəsəcəksən. Din ilgisini, əxlaq ilgisini, fəlsəfə ilgisini, düşüncə ilgisini, iqtisad ilgisini. Bunları kəsəcəksən. Elə ki, bunları kəsdin, qoymadın, həm içdə ayırdın, həm dışarıda İran deyən mərzin çərçivələrin eşiyindəki olan müttəhidlərin bilquvvə və bilfil, onları da tanıdın, onları da kəsdin. Ondan sonra deyir ki, ittihad quracaqsan özün. Öz fikri və yaxın adamlarla ittihad quracaqsan, birləşəcəksən. Məsələn, Azərbaycanda, Türkiyədə, Türkmenistanda, Əraqda, Suriyədə, orada, burada bunları çalışacaqsan, özünə dəlir gətirəsən. Sonra gələcəksən, deyəcəksən, indi savaşa istəyirək. Nə eləyək? Nə görürük bu Farsla savaşa? Farsı içəridən bölmüşük, ittihadların kəsmişik içəridə və eşikdə. İndi istəyirik ki, buna həmlə eləyək. Həmləni nə cür eləyək? Yolu budur. Deyir ki, məsələn, sən İrana istəyəsən həmlə eləyəsən, sənə 100 min sərbaz lazımdır. 100 min, deyək. Məsələn, deyir ki,
əvəzin ki 100.000-i özün qoyasan, təhk edəsən 100.000-in ölə ya ölməyə, cəcinən 10 dana millətdən heç olmasa adam topla ki, hərəsindən 10.000 ölsün, səninkindən də 10.000 ölsün, 100.000 yerinə. Bilirsin, indi Amerika kimi bir dev güc, siz də bilirsiniz dev gücdür, mən də bilirəm dev güc. Bu dev güc İstir Əraqa həmlə eləsin, istir Əfqanistana həmlə eləsin, istir Suriyə həmlə eləsin, istir İrana həmlə, hər yerə istir həmlə eləsin. Gəlir deyir ki, mən tək yox, hamımız qoşulun. Hamını, Japon sən də qoşul, Araq sən də qoşul, Suriyə sən də qoşul. Üzrsən, hər yerdə, hər yer qoşulun. Hərəsi dikcə bu aşa bir duz qatın. Sərmayəsini qoyur, adamın qoyur, hər kəs bir səhim olur, onun gücü gəlir aşağıya, beynəlmiləl səviyyədə siyasi baskı soxalır. Təhrim eləyəndə edə bilir. İndi biz istəyək İranda bu işi görək. Yəni ağıllı iş görək. Ağıllı görmək üçün əgər ağıllı olsaq, mən məsələn bunu Günas TV-də Əhməd Obalı cənablarında bir zaman əvvəl gedəndə pişnahad edərəm ki, mən televizyonda görünməyim. Əvəzin ki görünüm, mən gedim arxada ayrı bir planla girək bunların içində bu işi görək. Əhməd Obalı cənabları qəbul eləmədi. Yox, bizim ehtiyacımız var, sən öndə olarsan, görünəsən. Xəbər deyəsən, işini görəsən, müsahibəvi aparasan. Tamam, mən girdim oraya. Amma baxın, əgər biz eləyə biləydik, eyni casusluq sistemi kimi girəydik bunların içinə, bunların içində sistemi dəyişdirə biləydik. İndi məsələn, biz Urmiyədə görürük ki, Kürdlərə bunu, məsələn, bunu yarada biliblər Kürdlər. Təbii, Urmiyənin şurasına girib deyir ki, burada türkçü danışın, niyə türkçü danışırsınız? O eləyə bilir, bizim şəhərimizdə bizi bölməyə çalışaq. Biz Farsların içində Tehran Şurasında adamımız var. Orada deyə bilmirik ki, biz niyə türkçü danışmırıq? Niyə, məsələn, Həddad Adil dünən danışıb, İsrafacım danışıb, deyir ki, Urmu gölünə xəş qoyulmaq, yəni niyə xəş qoyulmaq əslində deyir. Deyir, yəni bu xəş qoyuldu Farsı dilinə. Urmu gölünün aradan getməyə önəmi yoxdur onun üçün. O deyir ki, bu qədər ki, Fars qoyulubdur, buna cəhdi qoyulur türkünün üstə, Farsının üstə, cəhdi bunlar farslaşıydılar. Niyə bunlar türkləşiblər, niyə bunlar vətənləşiblər, niyə bunlar vətənlərini istəyirlər? Bilirsiniz, biz gərək eləyə bilək düşməni ağlımızın əvvələn içinə girək. İkinci içindən bölək, içində nifaq yaradaq. Yəni bu, baxın bu zahirən pis sözdür. Mən yəni bunu cənabımıza desəm, dostlarımızın bir dəst bulasa, İnsaf Əli deyir ki, biz nifaq eləyək, nifaqçı olaq, münafiq olaq. Yox dostum, bu dünya savaşının sistemidir. Girərlər içinə, o İsrailli xanım getdi İranda Xameneyin dəftərinə can girdi və bir dünya itilaat apardılar. Oldu. İndi biz bir məsələyə danışaq. İndi 1 saat yarımdır sizin xidmətinizdəyik. Çox təşəkkür. Mən 13-14 yaşlarımdan Döktür Əli Şəriəti ilə tanışdım. O zaman Əli Məzinani adında yazardı, cüzvələr olardı. Belə küçük cüzvələr, belə əl yekəlikdə. Və sonra ki, o inqilabdan sonra 2-3 çeşid, yəni məcmuələri çıxdı və Hüseyn Yerşadda danışılanlar, kasetlər, çox dinlədim onun, nə ki çıxmışdı dinlədim və hər nə ki yazmışdı, hətta üzvələr, notlar və o zaman mən Döktür Şəriətinin həmən-həmən nə ki yazmışdı və nə ki hətta suxanlandıqlarında eləyə bildim, oxuyam, həzm eləyəm, öyrənəm. O zaman mən çünki o deyirdi ki, mən Fransa oxumuşuyam, daha çox Jean-Paul Sartre'dan danışardı və çox iftixar elədilər ki, Sartre tanıyır, Sorbonda oxumuş və doktorası var və mənim də elə arzularım buydu ki, məsələn, mən bir gün eləyə biləm, bunun kimin olam. O zamanki düşüncələr, düşünün ki, İran inqilabından 2 il öncədən danışırıq, 3 il öncədən danışırıq. Və gizlincə bunun yazılarını, bəzi danışıqlarını biz oxuyardıq və dinlərdik. O zaman mən bunun danışıqlarının, yazılarının içində Frans Fanon'la tanışdım. Və mənə ki, xarici ad bizə əcib gələrdi o zaman. Və biz o zaman bətərdən yəni, Filistinçi idik. Yəni, biz deyərdik ki, Əlcəzair millətinin Fransadan qurtuluşunu özümüzə etməliyik. İmperializmin əlindən, bu şah rejiminin əlindən qurtulmağa.
yəni nümunə tutmalıyıq. Və əlbəttə Filistini də bətərdən özümüzə nümunə görərdik ki, bir gün Filistini biz qurtaracağıq. Və bətərdən arzumuz buydu ki, gedək bir gün Filistində İsrailə qarşı Filistinin yanında savaşaq və Filistini qurtaraq. Və bu bizim arzularımız idi o zaman. Və o zaman deyirəm, şəriətidən mən belə bu düşüncələrlə aşina oldum. Oğuz bəy, sual. Nədən o zaman bizim millətimiz bundan belə ki, o 20 il, 25 il ondan qabaq biz firqə demokratın təcrübə eləmiş bir millətimişik. Nədən biz heç vaxt demirdik ki, öz millətimizin qurtuluş üçün silah götürək? Bunun öz sualını hətmən istəsəniz, mən mütləq bunu, mənə görə buna deyirlər ki, information transferin burada blockage olmuş. Yəni, o bilgi ki, transfer olur, bir nəsildən o bir nəsil, orada blockage var, orada kəsinti var. O mütləq ki, Amerika yardımı ilə Pəhləvi rejimi, məxsusən Məhəmməd Şah zamanı bu oldu və Azərbaycanda böyük bir qətliam, böyük qətliamdan sonra kültür qətliamı, dil qətliamı və bir də qorxu kültürü və mən bunu dəfələrcə, saatlarca danışmışam, yenə də danışacağım ki, qorxu kültürü nedir? Yəni, Güney Azərbaycan Milliyyətinin aydınları saatlar, bəlkə anlamalıdırlar, danışmalıdırlar qorxu kültürü. Çünki biz qorxu kültürünü qıra bilsək, sındıra bilsək, məsələ həllidir. Bütün məsələ qorxudur. Hər halda, mən dönüm gənə də o bəhsə. Mən o zaman Frans Fanonla tanışdım. Patrice Lumumba ilə tanışdım o zaman. Patrice Lumumba, Frans Fanon, Aimé Césaire və sonralar, yəni inqilabdan sonra, İran inqilabından sonra Albert Memmi ilə də tanışdım. Ancaq hamısı dötürəli şəriətinin təvəssütü ilə və kodlar kimi, yəni bir paragraf kimi, 2 paragraf buradan, 3 paragraf oradan. Ancaq sonra təbii ki, İngilizcə bunların, həm Frans Fanonun 2 dənə tanınmış kitabı. Mən bunların içində indi ən çox sevdiyim təbii Frans Fanondur. Onun barəsində məndən yoldaşlar eşitməmişlər. Niyə? Çünki Frans Fanondan, Aimé Césaire-dən, nə bilim Lenindən, ondan Marksdan, bunlardan danışanda hamı deyir, bəs ki, bu məsələn, bəzi pis xatirələr gəlir millət. Halbuki düşüncə alanında bunlar mətrəhdirlər. Toplum bilimində, cəmiyyətşünasıda. Yəni, bunları görməməzlikdən gəlmək rəsmən cahillikdir. Yəni. Siz Aimé Césaire-i tanımasanız, qurtuluş tarixinin modern kolonyalizmdən sonra və nə cür oldu qurtuluş oldu bu məmləkətlər Afrikada, Asiyada və bunun sistemi nədir və kolonizerın və kolonizə olanın, yəni istemarçının və istemar olanın rabitəsi nədir? Bunları mütləq, yəni Frans Fanonu oxumayan, Aimé Césaire-i oxumayan, ikisi də Fransca yazmışlar, ikisi də bir yerdən, bir Dominikan tərəflərindən, nə bilim, amma şey fərqlidir, Albert Memmi fərqlidir. Albert Memmini biz filosof kimi tanımırıq, çox yazar kimi tanıyırıq. Yəni, hətta roman yazan, çox kitab yazmış. Çox kitab yazmış. Ancaq Fanonu biz, mənə görə, mən hala Fanonu bir qurtuluşçu filosof kimi tanıyıram. Və Aimé Césaire-i də və çox yuxarı dərəcədə sevərəm düşüncələrini və düşüncələrimin çoxu da elə onlardan nəşət almış Güney Azərbaycan məsələsində. İlla da Fanondan və təbii yəni Leninlə Marksın düşüncələri qurtuluş barəsində çox önəmlidir. Ancaq daha çox idarə sistemi o da dəyişik bir məsələdir. Mən bilirəm ki, siz onlar saat, yüzlər saat aydınlatma bölümündə çox fəalsınız və zaman qoyursunuz. Və mən bilirəm nə qədər çətindir oturub 5 dəqiqə danışmaq. Və mən bilirəm nə qədər çətindir. Gərək 500 saat bir şeyi oxuyasan, biləsən ki, eləyə bilərsən 5 dəqiqə danışasan. Yoxsa adamın sözü hadaran qulağa gələr. Adam bir şey bilməsə. Ona görə də görürsünüz ki, birisi bir şey danışanda adam qəşəng bilə bilir ki, bu bir şeyin nə qədər dərinliyinə bilir və ya bilmir.
Və mən bilirəm ki, siz bu sürə Albert Memmi'nin ki, çoxlarının hörmətinə layiqdir, mənim də. Yazardır, ərz edirəm. Yəni, filosuf demək olmur, ancaq çünki o fəlsəfəni ürətmək başqa bir məsələdir. Ancaq çox-çox gözəl yazılar və çox hörmətli və çox adamın saydığı düşüncələr. İlla da ki, o kitablarının ən tanınmışı və bizi ilgiləndirən nedir? İstemarçı, Colonizer and Colonized İngilizcəsi. Çünki mən İngilizcə oxumuşam o kitabı. İllər öncə oxumuşam. Hər şeyi aynen o cümlələr, kəlmələr yadımda deyil. Ancaq o söz, çox sözlər də yadımdadır. Ki, deyir ki, mən heç özüm bilmirəm, hardayam. Hətmən siz ki, təzə oxuyubsunuz, bilirsiniz. Siz Türkçə onu oxuyursunuz ya Farsça ya? Ərz edeyim ki, yəni Türkiyə Türkçüsünü oxuram. O kitab haqqında baxın, mən istəyirəm ki, mən eşitmədim. Mən də cənabıza tay. Yox, deyirəm, onu Türkiyə eşitmədim, kəsildi bizim. Türkçəsini oxuram. Mən İngilizcə oxumuşum. Mən hər şey ki oxuyuram, İngilizcə oxuyuram. Əski o Türkiyədə olanda və sonra Türkiyədən çıxandan sonra bir sürə də Türkçəsini oxumağa davam etdim. Ancaq sonra gördüm ki, dünyanın ədəbiyyatı, dünyada bilgilər, hər şey %80 İngilizcədədir. Ona görə İngilizcədə oxudum. Yəni, siz məndən qabaqsınız. Mən Türkcəmi, düzdür ki, məsələn, deyim ki, 10 yaşımdan Türkcəni başladım oxumağa. Və çox, məsələn, Şah İsmailin nağılı var idi, onu oxumuşam. Koroğlu'nu oxumuşam. Ərəb əlifbası ilə yazılanları deyim da. Onlarda rahatam. Yəni, onlarda çox rahatam. Amma Latin əlifbayla. Albert Memmi deyir ki, mən heç bilmirəm haralıyam. Mən bilmirəm kolonizer'ın yanı, demir, öyle demir. Onu deyir, mən bilmirəm hansı açıdan baxıram dünyaya. Kolonizer'ın açısından mı, kolonizedin mı, istimar olanı sömürgəçinin mi? Çünki sömürgəçinin orada yaşayıram. Sonra həm Yahudiyəm, həm Hristiyanım. Bilirsiniz ki, Hristiyan xanımla izdivac eləmişdi. Beynim Əlcəzairdədir. Özdə bilirsiniz, oranın o inqilabı şeyindeydi də, həm də psikolojistdir, həm də. Hətta, yəni şişəncə olanın da, bir dəfə mən sizinlə danışdım bunu, yəni də yadıma gəlir, dedim ki, sizə şişəncə olanla şişəncə eləyən bir şeylər paylaşırlar bir-birinə, yadınıza gəlir, bilmirəm. Bunu elə Albert Memmi'dən dedim o zaman. Ki, dedim ki, bir otağı düşünün, biri-birini dövür, şişəncə eləyir. Bunlar ikisi də istəyirlər orada olsunlar. Ki, yadıma gəlir, bəlkə sizə demişəm bunu. Bunu onun düşüncəsinə. Çünki o, həm nə fəqət psikoloji, psikoanalistdir. Mən istəyirəm siz bu yeni bulgularınızı, sizin bulgularınız, sizin tərifiniz və təbiriniz Albert Memmi'dən ki, bu qədər zəhmət çəkibsiniz, onu oxuyursunuz və hətta təfsir eləməyə də çalışırsınız. Nedir? Mən dinləyəcəyəm, siz Albert Memmi'dən bizə anlatacaqsınız. Əziz dostum, Oğuz bəy, çox gec olubdur. Mən bilirsiniz, təsadüf eləyəndən sonra enerjimi əldən vermişəm biraz. Bir saatdan sonra mən məcbur oluram, nuşabə içəm, şəkər gedə canıma ki, eləyə biləm, duram. Düzün axtarsaz, olar bir yarım saatdir ki, mənim enerjim qutarıbdır. Öylədir. Amma xülasə bunu deyim, əgər sizə də müsait olsa bir ayrı bəhdə bu istimar müstəmirə məsələsinə keçək. Çünki böyük və bir də o blokajə, yəni bu information blockage. Bunu danışaq. Yəni, information transfer blockade. Bəli, biz bunu iki dalan danışaq. Nə cür olubdur blok olur? Nə şəkildə olubdur? Bunun elmi baxışları nədir bu haqda? Yoxsa biz bunu elə altırıq ortaya ki, belə bir şey olar? Yox. Bu bir dana dalda fərziyyələri var, istibat olunmuş fərziyyələr var bunun dalısında. Biz bunları insanlarımıza deyək. İndi insanlarımız desinlər ki, həkdir filandır. Mən ərz edeyim xidmətinizə ki, çox biraz xülasə deyim, sonra qalsın əgər siz də müvafiq olsanız bir ayrı həftə bu bəhslərə keçək.
istismar bəhsində qərarlı danışaq. Bu gün danışamadıq. Keçək o bəhsə. Çünki o bəhs mənim nəzərimə daha çox mühümdür. Brainwash kimi, yəni beyin yıxama bəhsi kimi çox mühümdür. Bunları danışdıq ki, gələn dəfə danışanda daha deməyək harda doğulmuşsunuz, nə iş görübsünüz. Tamam. və düşüncənizin qiymətini də veribsiz, onları anlatdıq, danışdıq. Sağ olun. Təşəkkür edirəm. Ərz edeyim ki, mən cənabınıza tay, cənabınız biraz məndən çox ömür eləmişdir, şükür Allaha. Çox savadınız var, çox düşüncəlisiniz. Şəxsənəslik oynayayım, öyle deyil. Mən də elə siz gedən məsiri getmişəm. Mən də biraz dərs oxumuşam, ömrümün bir çoxun ilməhs almışam, cuşkarlıq eləmişəm, tıraşkarlıq eləmişəm, frezkarlıq eləmişəm, ev bərqi təhmiqa çalışmışam, yəni zindecanlığımı oradan getirməyə çalışmışam. Və ta şey oldu, gəlmişəm, bu günə yetişmişəm. Amma yolumu dəyişdirməyə çalışmışam. Hey demişəm ki, bu mənim kafi deyil. Siz bilirsiniz ki, mən burada taksi sürmüşəm, Uberlik eləmişəm, ondan sonra trak sürmüşəm, yəni tredi sürürəm, çörəyimi çıxartmaq üçün. Sabun kərxanasında işləmişəm. Yəni işləməkdən ar deyil. Sizi danışdıq, sizi geçmişik. Onun yanında... İndi sizin düşüncələrinizi danışırıq. Onun yanında oxumağa çalışıram. Yəni, mən düzün axtarsaz, ömrümün %99.9'un fars oxumuşam. Mən də Əli Şəriəti oxumuşam. Hətta danışıqda mən dostlar kimi oxumaram kitab. Vaqiyyət bunu deyim, mən siz dostlar kimi kitab oxumaram. Mən bir kitab oxuyanda o adamın ya o kitabın kulli kitablarını oxumağa məcburam. Ki bu adamı tanıyayım. Mən də hamısını oxuyanda. Mən şəriətini, məsələn, bir terim danışıqda fəqət şəriəti oxumuşam. Getmişəm şəriəti haqqında danışmışam. Danışıqda sıxanranlıq eləmişəm. Ya bir terim fəqət Cəlaləl Əhməd oxumuşam. Bir terim fəqət, bu düzdür, oxuyardım və onun da üstünə girərdim, danışardım. İndi, mən deyilə Cənab Usta şəriətin təsirində olubdur, çox çalışardım. Hətta ədəbiyyatda onun bir kitabı var, şey adında, Hubut. Bəli. Hubut adında bir kitabı var. Onu mən ən azından bir 10 dəfə oxumuşam. Özdə deyirdim, bəs ki, bətər işləyirəm oxuyanda. Mən o kitabı bilirsiniz niyə oxuyardım? Nə qədər vaxtımı hədərə vermişəm. Yox. İndi baxın görün, mən onu hangi zaviyyədən oxuyardım? Onu mən bu zaviyyədən oxuyardım. Şəriəti qaranlıqların peyğəmbəri idi. Mən də o cür düşünürəm. Mən onun dərəcəsini vermişəm. Qaranlıqların peyğəmbəri. Mən o haqda, şəriəti haqqında Günas TV-də türkü bərnamələrim olan zaman 18 cələsə bu adamın kitabını nəqd eləmişəm. Burada Essay Türkü Güneyli yazıb, Hidayət bəy Xatəmiyə o zaman namə yazıb. Bəli. Zindanda olanda bir namə yazmışam, işgəncələri açıqlamışam. Tamam. İndi ərz edeyim ki, mən Cənabınızı da elə ərəbi oxumuşam, getmişəm modlalığa. Orada ərəbi oxumuşam. Mən modlalığa getməmişəm. Siz getməmişsiniz, sizin dədə tərəfindən gəlir. Mən amma özüm getmişəm, oxumuşam, örgəşmişəm. Ciddi də, məsələn, mənə orada deyərlər, sən filsuf olacaq, İslamın filsufu olacaqsan. Yəni, güclü bir adam idim Hozədə mən özümə görə. İslamla fəlsəfənin pek əlaqəsi yoxdur, yəni. Ərz edib qısmınca, amma İndi gələk bura. Mən son zamanlarda Azərbaycanın və türklərin İranda bir çıxış yolu axtarıram. Ki, bizim əvvələn vəziyyətimizi izah eləsin. Sonra da bizə desin ki, çıxış yol nədir? Bunun üçün alternativlər axtarıram. Birinci alternativ ki, son zamanlarda tapdım 1 il, 2 ay məsələn, budur ki, mütləqa farsı kitab oxumayacaqsan. Niyə? İndi misal vururam. Bu kitabı, Albert Meminin kitabın İranda tərcümə edib xanım Huma Natiq. Amma bir gün də buraya yetişəcəksiniz ki, bir daha Farsça yazmayacağım. Buraya da yetişəcəksiniz bir gün inşallah. Yox, onu da deyim. O gün böyle şənli eləyəcəyik. Onu deyim, onu biləcə deyim. Mən onu çoxdan da təslim tutmuşam, amma müxatəblər, yox, müxatəblər, siz diqqət edin, biz fəqət türkü başaranlar üçün yazmaq haqqımız yoxdur. Baxın, Oğuz bəy, bizim fəqət türkünü yazıb oxuyanlar üçün yazmaq haqqımız yoxdur. Mənim özümü deyirəm, cənabınızdan danışmıram, dostlardan danışmıram. Mənim müxatəbim fəqət türk,
türk yazıb oxuyanlar deyil. Bunlar yazıları oxurlar. Bunlar türkləşiblər, Azərbaycancılaşıblar, özlərini gəlişdiriblər. Amma mən və mənə tay adamlar ki, gəlişdirməyiblər, hələ fars kültürünün, fars fikrinin baskısı altındadılar, müstəmirədilər. Mənim baskım, hətta Albert Məmi ilə mənim fikrim fərqlidir. Mən düşünürəm ki, istimar əvvəl beyində olar, sonra topraqda. Mənim fərqi, dedim, xidmətinizə ərz elədim, tez, antitez, sentez. Mən sentez çıxartmağa həmişə çalışıram. O da budur ki, bizim beynimiz müstəmirədir, fars müstəmirəsi, fars dilinin müstəmirəsi. Və bizim 40 milyon, 45 milyon türkün heç olmasa 40 milyonu fars dili ilə yazır, oxur, türk dilini oxuya bilmir. Bunun üçün də görürsün, bir dənə farsi bərnamə qoyurlar Instagramda, 2000 nəfər baxır, Türkiyə əlan bizə 20 nəfər baxır, bayaqdan baxır 17 nəfərdən gəlib 20 nəfər, 21 nəfər indisi. İlləti budur ki, insanlar hələ fiilən biri türkü danışanda İranın baskısı altında deyir ki, tam türküdər bunlar ki, etmiyor bura. Mən o adamları, yəni o 40 milyonun, 35 milyonun hədəf tuturam. Nəyin ki bu tərəfi? Yəni, amma bu bahanə, bu tənbəllikdəndir bu. Yox, deyil. Mən indi... Bu tənbəllikdəndir. Farsça yazmaq, 2008-dən bu üzəcə... Böyük bir tənbəllikdir. Böyük bir türkçülük düşüncəsinə böyük bir təkmədir. Farsça yazmaq. Yox, indi diqqət buyurun, 2008-dən bu üzə mənim heç olmasa 100 dana türkçə məqaləm var. 100 dana türkçə məqaləm var. Və əcib budur ki, stratejik məqalələr türkçə yazıram. Buna görə ki, farslılar bilməsinlər. Tərcümə eləyə bilmirlər də demək yəni. Bunların oxucusu, diqqət buyurun, bunların oxucusu 10 nəfərə çatmaz. Əlan bir 3 ay olar, 4 ay olar ki, yazılarımın %50'sinin heç olmasa həm farsı yazıram, həm türkçə, latin türkçə ilə. Yaxçı? Bu o tərəfdə. Amma dedim, mənim amacım, cənabınızın amacı fəqət türkçülərdir. Yəni siz türkçülərin üstündə işləyirsiniz ki, bunları daha çox millətçi eləyəsiniz. Amma mənim o deyil. Mən o adamların üstündə deyəm ki, onlar farsı oxuyurlar, türkçə oxumurlar. Və türkçə ilə nəsə mərziləri var. Mənim amacım olur. Amaclar fərq edir. Bu burada. Amma indi gələk şeyə. Mən bu son zamanlarda dedim ki, biz yerə farsça oxumayaq. Çünki bizim brainwash sistemi fars dili ilə olur. Ayrı dil ilə olmur. Və fars məzhəbi ilə. Fars məzhəbi şiəlikdir. Onlar və fars dili ilə. İrançılıq bu yoldan gedir. Bizim ruhumuza işdir, beynimizə işdir, davranışımızı değiştirir. Buna görə ki, ora getməyək, farsı yerə oxumayaq. İndi neynədim? Gəldim kitabları, Cünaz TV-də son zamanlar, o brainwash bəhslərində 4 dənə bərnamə qoydum. Buna ki, farslar kitabları nə cür təhrif edirlər. Və o təhriflərdə nə cür bizim beynimizi yolurlar. Onda gördük ki, farslar kitabları tərcümə eləyəndə sözləri değiştirirlər, paragrafları değiştirirlər, paragrafların səfələri götürürlər, yerinə səfə qoyurlar. Misal da vurduq ki, Əziz Nəsin gəlmişdi Tehrana, Cəşvari mətbuata, xəbərnigarlardan biri soruşdu ki, sizin çoxlu kitabınız burada tərcümə olubdu. Gülə-gülə dedi ki, mənim Türkiyədə çap olan kitablarım 18-dir, İranda 21. Yəni İranda 3 kitabda təhrif edildi, Əziz Nəsinin adı və yazıblar verilib bazara. Diqqət, bu qədər təhrif çoxdur. İndi, baxın, son zamanda nə inədim? Gəldim bu Albert Məminin kitabın İngiliscəsin, Türkçəsin və farsçasın print elədim. Qoydum bir-birinin dibinə görüm ki, nə olubdur? Mənim xanımı qulaq asırdı. Mən buradakı oxuram bu kitabı gündə. Bu latini də zorla oxuram. Bura əvvəl deyim buradakı. Mən üçün türkçəni oxumamışam. Ağa, dana-dana hərfləri kəşf edirəm, kəlmələri kəşf edirəm. Görürəm. Bəzən də yanlışlıqlar olur, çox yanlışlıqlar. Yanlışlığı da çox olur. Çünki başarmıram mən. Çox şey, xüsusən ki, ağa bir dana bunun farsçasını belə bizə zordur oxumaq. Qala ki, bunun gələk indi türkçəsini ki, heç bax mən elmi lüğət, camiə-şinasi, lüğət, rəvan-şinasi oxumamışam türkçə. Gələn bunu oxuyam, təbii ki, iştibah eləyəcəm. Amma mən iştibahlarımdan qorxaraq bunu oxumasam öyrənə öyrətirsiniz. Burası da gözəl. Mən özüm əvvəl öyrənirəm. Qulaq asanlar asırlar. Mən özümü inkişaf etməyə çalışıram. Çox gözəl. Dostlar qulaq asarlar. O özü də təqdirə şayandır. Çox, mənim nəzərimə ən böyük qədəm budur. Çünki mən əvvəl gönül alçaqlığınız da
gönül alçaqlığınız da çox hörmətlidir. Mən əvvəlcə öz zəifimi bilirəm, öz zəifimi aradan aparmağa çalışam ki, sonra bir nəfərə deyə biləm ki, sən də ki, Türk oxu. Axı, mən ki, Türk oxuya bilmirəm, deyə bilmərəm ki. Amma diqqət buyurun, indi mən bu Human Natiqin kitabını qoydum bunun dibinə, Türkçənin dibinə. Oxudum bunu, 5 cələsə ya 8 cələsə bunu Türkçəsini oxudum. Bizim də xanım qulaq asır. Farscasını dedim ki, dostlar, bir cələsədə dedim ki, dostlar, çünki mən bunu yavaş oxuram, sizi yorur. Qoyun mən Türkləri başarmadığım üçün bu kitab mühümdür. Bunu farscasını oxuyayım. 2 paragraf oxudum. Bizim xanım oradan canlı yayında dedi ki, o kitabı niyə oxursan? O kitabı sən Türkçəsini oxuduğun bunda yoxdur. Niyə oxursan bunu? Yəni bizim xanım ki, savadı çox aşağıdır. O çox rahatca dedi ki, bu kitab təhrif olubdur. Sən bunu niyə oxursan? İnsanları niyə beyni xarab edirsən? Qeyd Türkçəni oxu, yavaş oxu, Türkçəni oxu. Mən geyitdim Tataşdan bunu. Human Natiqin kitabı. Bayaqları sizdən bir sual soruşdum. Dedim ki, nədir oldu ki, Cənabuz Filistinə gedib savaşmağa, Əl-Cəzairin inqilabını bilirdiniz, amma Azərbaycanda yox. Cənabuz bu blockage, bir information transfer blockage var idi. Tamam, amma diqqət buyurun. O məqtədə 40 min cild, 4 dəfə çap oldu Human Natiqin kitabı, hər dəfə 10 min cild. 40 min cild inqilabdan qabaq insanlar bu kitabı oxuyublar. Niyə bir dana Türk, niyə bir dana Ərəb, niyə bir dana Bəlus, niyə bir dana Türkçəmən özündən soruşmuyor ki, acaba mən müstəmiriyəm İrana ya yox? Yox, heç öyle değildi. O kitap biz o zaman İran'ı şah altında istimarın işgalında görürdük. Bakın siz İran'ı görürdünüz. Ya, İran'ı. Elbette. Amma Azərbaycanı görmürdünüz. İstəyirəm mən də bunu deyəm. Mən də sizə istəyirəm bunu ərz edəyəm ki, kitabı oxurduq. İranda kitabları oxuruq. Mən bir balaca hesab elədim. Burada bunu deyim xidmətinizə. Bir balaca hesab elədim. Amar. 100 ildə İranda hududən 15 milyard cild kitab çap olundu. 15 milyard cild farsça kitab çap olundu. Romanlar, eşqi roman, cinayi roman, polisi roman, fəlsəfi roman, hər şey çap olundu. Tarixi roman falan çap olundu. Oğuz bəy, sizdən bir sual. Bu kitabların məcmuən, Hafizdən, Sədidən, bunları da tutun, hamımızın. Ya bunlar aidiyadır da, bu məmləkətdə dolanan aidiyadır. Bu günləri biz yaşadığımız o kitabların sonucudur, yoxsa fərqli bir camiədə yaşayırıq? Məncə o kitabların sonucunu yaşayırıq. Əlbəttə. O kitablar bizi bu tərbiyə edir. Bu günlər əcəl İranda oğurluq var, əyrilik var, filan var, bəhman var. Bunlar hamısı o kitabların səmərəsi. Direkt deyil. Yəni, baxın. Yox, öyle direkt demək olmaz. Çünki əgər oğurluq var, o kitabların yani sonucunda olmuş. Yox, baxın, hər camiə o camiədə ki, yaygın dilin səmərəsidir. Əlbəttə, əlbəttə. Yəni, bu dil kitabdadır, sinemadadır, hünərdədir, hər yer musiqidədir. Siz o dildən, atmosferdən eşikdə yaşamırsınız. Siz İranda fars dili atmosferində yaşırsınız. Əlbəttə. Bu fars dili atmosferin yaşırsınız siz. Sizə onu yaşadır. Yəni, o müzikin içindəsiniz. Oradan yəni, siz eləyə bilməzsiniz ki, mən burada İranda yaşıram, bir Türkiyəli kimi yaşıram, ya bir Amerikalı kimi yaşıram. Çünki o sistemdə, atmosferdə yaşamırsınız. İran atmosferində yaşırsınız və Fars atmosferində yaşırsınız. Fars atmosferi bu kitablarla, bu filmlərlə, bu videolarla, bu nümayişnamələrlə düzəldibdir o camiəni. Bu günləri o səmərə, bunun xulası, sizə yap belə açıq desəm beləsi olar. İnqilabdan sonra edamları kimlər yaptı dostlar? Edamları kimlər elədilər? İranlılar elədilər. Niyə rahatca adamları idam edirlər, nayrahanda olmurdular? Çünki bu kitablar ki orada çap olmuş deyil, bu insanlara demişdi, siz adam öldürün və ləzzət aparın. İndi bu məcmusu dini, siyasi, iqtisadi, ideolojik, hər nə deyirsə, bunların hamısı atmosfer için düzəltmişdir. Biz bu günləri İran, bugünkü İran nə cür yaşır? O atmosferin, o dil atmosferi, düşüncə atmosferi ki İranda vardı, düzəldiblər keçən 100 ildə, onu yaşır, ayrısını yaşamır. Doğrudur. Mən ona yəni siz deyəməzsiniz ki, oğurluqlar, əyriliklər, cinayətlər, edamlar bundan xaric bir şeydir, ayrı dünyadan. Ona yox. Qatılıram. Düzdür. Mən də qatılıram o sözə ki, fars dilinin və şiə məzhəbinin ki, özü də məzhəb deyil, özü bir din kimindir. Onun yaratdığı o hübab, o köpük ki orada var, onun içində, hər şey onun içindədir. Hətta siz ki deyirsiniz, mən farsça yazmalıyam ki, bəzilərini də çəkəm bu tərəfə. Hətta o da onun içində. Və mən də mötəqidəm ki,
siz farsça yazanda, farsça düşünəndə, farsça oxuyanda mecbursunuz fars dilini kullanasınız. Fars dilini kullananda fars dili necə gəlişmiş geçən 1000 ildə, 1500 ildə, ən azından İslamdan bu yana fars dilini ağırca etkiləmiş. Və o fars dilinin ruhu dökülür sizin sözlərinizin içine. Hatta istəsəniz də ki, milli hərəkətə yardım edəsiniz. İstəsəniz də bunu mütləq ki, əgər Məmini oxuyursunuz və biraz öncə o areada, o bölgədə olan iki ayrı düşüncə sahibinin də adını gətirdim. Onları da inşallah bir gün danışarıq. Onları da nəzərdə alaraq demək olar ki, fars dilinin içində geçən 1400 ildə, 1500 ildə gəlişmiş o nesneler, düşünce nesneler, o paketler ki onun içindedir, onlar gəlir, dolur insanın düşüncesine ve yazınına. Yani ve o da rəftarın, və o da davranışın. İndi bu istesek de budur. Hatta biz istəyək ki, mesela istəyirik fars egemenliyine qarşı yazaq. Fərq eləməz. Çünkü fars edebiyatını kullanırıq, fars dilini kullanırıq, bunu yapabilmeyəcəyik. Bizim kurtuluşumuz önce fars dilinden kurtuluştur. Yani bunun için de müsaade edin o cümlelerin bitsin. Yani fars dili özü necə ki o Azərbaycan nizami olarak işgal olunmuş açıkça, bunun heç şuxluğu, muxluğu da yoxdur. Resmen İran ordusu indi Azərbaycanda xiyabanlarda gəzir. İndi bunların paslar qoyarsan, bəhsic qoyarsan, ya sənin qomşundur, fərq eləməz. İran pagonunu, İran adını daşıyan əskər Güney Azərbaycanı işgal etmiş halındadır. Bu bunun nizamisi, belə laf fiziklisi. Ondan sonra bunun kültüreli var. O gəlir sizə, o sizə deyir ki, indi mesela sizə mən nizami o demir Gəncəvi. Nizaminin mesela gecəsini quracağım sizə. O gəlir sizə nizamini tanıtdırır. O gəlir onu şeirlərini oxutdurur. O tərəfdən sizə gətirir gündəm yaradır farsça. Söyləm yaradır farsça. Sizə deyir ki, əgər Güney Azərbaycandan danışsanız türkçülükdən siz pantürksünüz və pantürk mənfi bir sözdür. Halbuki pantürkizm mənfi bir söz deyil. Necə ki, panfarsizm də mənfi bir söz deyil. Pan İngilizcədə, modern İngilizcədə, hələ əski Yunancədə başqa anlamları var, əski Latincədə. Modern İngilizcədə pan yəni çox. Yəni bir şeyin çoxunluluğu, yəni farsları, çoxlu farsları bir yerdə yığıb, bunların mənfəətlərini bir yerdə yığıb, bunların mənfəətlərini savunmaq. Pantürkizm de budur. Ancak çünkü Ruslar pantürkizmi böyle menfi olarak dünyaya tanıttırdılar. Atsız zamanı, ne bileyim Ziya Gökalp zamanı ve Mustafa Kemal zamanı, ne bileyim Qarabəkir zamanı ve pantürkizm oldu dünyada menfi bir şey. Yok, pantürkizm de yani, tamam olabilir ki ben öyle düşünürüm ki Türkler dünyada birbirinden rabitede olmardılar. Mesela internet var dünyada. Yani o zaman yokuydu. O zamanın pantürkleri deyirdiler ki birbirine rabit eder. Mesela pan-Europeanizm, yani pan-Avropacılık var. Pan-Amerikanizm. Yani bunlar pis bir şey değil. Ancak fas getirir orada bir hübab yaradır. Bir büyük bir köpük yaradır. Onun içinde sana her şeyi tarif eləyir. Deyir ki sen önce sana deyir ki pantürkizm pistir. Önce deyir milliyetçilik pistir. Nasyonalizm pistir. Bunlar yaxşı değil. Menfidir. Ondan sonra hatta faşizm de, hatta faşizm özü de bir idare sistemidir. Bunu bağışlayın yani. Ben mecbur değilim üzr istəyəm ki, faşizm bir idare sistemidir. İdare sistemidir. Natsizm ki bu dünyanın indi de dünyada en kötü, Amerikalarda cəzəsiz, Avropalarda cəzəsiz deyirlər ki, natsizm de dünyanın en kötü sistemidir. Halbuki natsizm yani national social, bunu çok adam bilmir. Çok adam gene heç kəs bilmir. Natsizm nedir? Natsizm, deyirlər lütfen insafəli bəy danışsın, mən yox yani. Tamam. Ben cümləmi bitireyim, siz danışın. Sizin tərəfdarınız çoxdur yani demek. Natsizm hemen national socializmdir. Yani sosyalizmle nasyonalizmin bir
bir türlü təlfiqidir. İdarə sistemidir. Demirik yaxçıdır. Demirik pis təcrübələrə geçməmiş. İstəyirik deyək, İran dövləti gətirir bunu yaradır. Bu şeyləri, bu anlamları. Bu qavramı. Sonra sana şeye yapıştırır o kəsbi. Aynı sen bunu dedin. Bəs sən pantürsən. Bu da aynı onun dilinde olan şeyi kullanır İnsaf Əli. Bütün sözümün cevheri buradadır ki, bu da deyir, yox sən Pan-Farsdan, mən Pan-Türk deyiləm. Yani aynı savaşın için söyləmi de o yaradıbdır. Mühiti de o yaradıbdır her şey. Bu deməməlidir ki, mən Pan-Türkistəyəm, deyiləm, sən Pan-Fars. Heç biri. Aslında məsələ Pan-Türkizm deyil Azərbaycanda. Güney Azərbaycanda məsələ budur ki, sən mənim evimdən çıx eşiyə. Bütün məsələ budur. Buyurun. Birisi de yazmış ki İnsaf Əli bəy candır. Qurban kəsərəm, çox sağ olun. Ərz edeyim xidmətindəki dostlarımızın hamısının mən bu düşüncəyə gəldim ki, bir kitabı biz oxuruq, Farsça yazılan kitabları. İranda kitablar, roman kitablar yazılıbdır ki, görsədir cinayətlər olur da. Gərək biz buradan ölçəşək ki, cinayət eləməyək. Evimizdə, xanımımıza, uşağımıza. Yani bu romanlar, bu kitaplar, bu fəlsəfələr, bu əxlaqlar orada yazılıbdır. Normalda gərək bizə də ki, eləməyin. Amma biz bugün görürük ki, dünyanın heç yerində İranın cinayət raic deyil. İran hər yerdən çox qətl cinayət olur. Oğurluq olur, əyriliq olur, fəhşa, münkerat yuxarıdır, əraq içmək yuxarıdır, məvad müxəddər çək. Ağa, şiə üçün, diqqət buyurun, tüm şiənin fikrində tiryeç, kollə məvad müxəddər haram deyil. Onun mücazatı əraqdan ki haramdır, çoxdur. Yəni, tiryək azad əslində. Fəqət mafiyaların qüdrəti bir-biriyle savaşır. Məsələn, filan ayətullah ki, məvad müxəddirdir, o birisi ayətullah ilə ki, məvad müxəddiri daşırlar, fətva da veriblər ki, həlaldır. Fətva veriblər, ha? Ki, bu haram deyil. Haram deyil, fətva veriblər. Bunların savaşında bu adamları tuturlar. Yoxsa buna görə deyil ki, bu pisdir. Onun üçün görürük camiədə bu var, bu yaşanır. Məncə bunlar kitablardan gəlir. Hər halda Human Atiqin kitabını 40 min nəfər inqilabdan qabaq oxuyublar. Əvəzin ki, fikir eləyirlər, oğlum, mən Azərbaycanlıyam, məşrutədən bu üzə 3 dəfə dövlət qurmağa çalışmışam, ya 2 dəfə dövlət qurmağa çalışmışam, 3 dəfə da, əslində 3 dəfə. Mən müvəffəq olmuşam. Mən müstəmiriyəm, amma İranı düşünürdüm. Bunun illəti nədir? İlləti budur ki, Human Atiq o kitabı o qədər təhdif edibdir ki, siz onu oxuyanda istimarı düşünmürsünüz nədir? Və ikinci şey ki, bunu da deyim, əgər imkanı olsa qutaraq, ikinci şey ki, budur, istimar kəlməsi düz deyil. İstimar kəlməsi abadanlıq sözündən gəlir. Umran sözündən. Umran sözü ərəbcədir. İstimar yəni ərəb istir abadanlıq eləsin. Siz o zaman ki, deyirsiniz istimar, əksərən adamlar bunu deyirlər ki, İran burada məsələn yol çəkir, Rıza Şah tunel vurubdu. Aha, Rıza Şah bir tane tunel vurub 16 ildə, 18 ildə. Nə edirdi məsələn? Amma adamlar onu görür, deyir ki, bu istimar deyil. Bu gəlib Azərbaycanda xiyaban çəkib. 50, aha 100 ildə xiyaban çəkiləcək, 80 ildə. Amma Təbrizdə bu günləri, Təbrizdə Oğuz bəy 18 il, 19 il bundan qabaq, hətta 20 il bundan qabaq Təbrizdə Şurayı şəhərdə danışırdılar. Mən də cələsəydiyim. O zaman Təbrizdə zəlzələ gəlsəydi 400 min nəfər öləcəkdi. Çünki 400 min nəfər gecəqonduda yaşırlar. Evlərin, saxtımanların 5,5-6 zəlzələyə davamı yoxdur. Amma heç iş görmürlər. O zaman mən oradaydım. Urmiye danışgahında, danışıdığı Keşaverzi'de Urmiye Gölü'nün qurumağı hakkında oldu, seminer oldu. Canlı getdim, ben oradan Radyo Fərdadan guzarış verdim ki, deyirlər 15 iləcan Urmu Gölü kamil quruyacaqdır. Üniversite danışıq ustadları, hocaları deyirlər bunu cələsədə. Amma bizim beynimizə girmirdi. Yəni insanlar bunu düşünmək istəmirdilər. Heç kəs əhəmiyyət vermirdi. Geçen 15 ildə heç olmasa, 10 ildə heç olmasa biz bunu daimən danışırıq da hamımız. Amma niyə çıxmır bu şey? Çünki bizim zehnimizdə bir şey yaradıqlar. Biz onun tərsini eləyə bilmərik. Bizim davranışlarımızı, bizim zehnimizə bir şeylər soxublar. Sahatı necə biz, yadınızda olar, qədim oruç tutan da,
saatı qurardıq ki, sübh saat zəng vursun, duraq sübhanə yeyək də məsələn. O saatı biz qururduq ki, neçədə dursun. İran rejimi kitaplarla bizim beynimizi qurub, radyo ilə, televizyonla, ruznamə ilə, film ilə, sinema ilə, teatrla, musiqi ilə bizim zehnimizi qurub, hər vaxt bizim əksül əməllərimizi bilir. Bilir ki, biz nə edəcəyik, nə edəməyəcəyik, nə cür eləsək bizi kontrol eləyə bilər, nə cür bizi boşalda bilər, nə cür bizi doldura bilər, nə cür Azərbaycanın əleyhinə ya Türkiyənin əleyhinə bizi gətirə bilər, nə cür bizi Azərbaycanla bizim aramızı qıra bilər. Bunları onlar proqramlayıblar. Sübhanə mənzurunuz deyildi, o başdan yemək edirdi. O başdanlıq da, hə, o başdanlıq. Ərz etmək xidmətinizə ki, bu sistem bizi bu vəzə gətiribdir. İndi mən çalışıram. Bir dəfə mən kitab, radyo, televizyon deyildi, mənbərlər, cuma namazları, geçən yəni 100 ildə məzhəbin, dinin gücünü, yəni cəhalətin gücünü azımsamayın, yəni. Oğuz bəy, əziz dostum, mən o Brainwash bərnamələrində şu günazda aparırdım. 32 dana mehbərin üstündə danışmışam. 12 dana, 32 dana mehbərin üstündə danışmışam. Listim qalır. Mən əgər indi yenə Günaz TV icazə versə, bir il o bəhs aparıram, taza bəhslərin üstündə. Nədir Brainwash oluruq? Tək olar deyir ki, o, bax, istihdam sistemi, iş sistemi, evlənmək sistemi, ərə getmək sistemi, bunların hamısında biz Brainwash oluruq. Dədənənələrimiz, mən sizə bir dana misal qurum, Brainwashdan görün nə qədər. Mən uşağam. 8-9 yaşım var. Bizim bir familiyimiz var. Allah rəhmət eləsin. Ölüb gedibdi. Şirkətin həftə işləyir. Hərdən oradan ucuz duyu alır, gətirir, bizə verir. Bu mərizliyib, istir ölə məsələn. Mərizliyibdir da. İndi bedirlər, 2 ildən sonra öləcək. Dəmir ölə, ölür. Öləcək. Yox, öləcək. Bəlli deyək ha bax. Mən evdə ilmək salıram. İlmək salasıla ağlıram. Ki o öləcəkdir. Bizim düyü kəsiləcəkdir. Bu Brainwash'ın bir tərəfi daha. Nəylə biz fəqət oradan bizə ucuz düyü alırdı. Amma biz bu qədər Brainwash olmağa hazırıq. Mən indi taza bir qavram düzəltmişəm. İşlənmir hala İranda. O da bu qavramdır. Biz rüşvət millətiyik. Misal üçün, Cənabuz və mən bayram deyəndə hamımız gedirik bayram. Bizim kətdə bayramımız yox idi. Mənim 50 yaşım, 57 yaşım var. 50 il bundan qabaq biz kətdə bayram tutmazdıq bu cürsə. Süfrəmiz olmazdı. Bizim süfrəmiz olmazdı. Bizim əsli bayramımız ciddi deyirəm, oruçluq idi. O fitir bayramı. Əlimizi basardıq una. Dədəmiz gecə bizi əlimizi basardıq. Bir yasa pul çıxadardılar, qoyardılar. Böyüklər, kiçiklərə də un verərdilər. Biz gəldik idarələrdə gördük ki, dedilər ağa, 15 gün tətil, 13 gün da sizdə bedər də gələk tətil olur. 13 gün ən azı tətil. Dövlət 2 dana hüquq verirdi, bayramlıq verirdi. Dünyanın heç yerində bayramlıq verməzlər. 2 dana bayramlıq alırdılar, bir hüquq, bir dana da bayramlıq ki, 13 günə xəşləsinlər bunu. Ondan sonra gedirdi, bir vəsətə tətilin olurdu. Adam bunları alır, xəşli, niyə deməsin ki, pəhləviciyəm mən, niyə deməsin? Mənfəət gəlir, niyə deməsin? Niyə bu adam deməsin ki, mən İrancıyam, Farscıyam, mənfəət gəlir? İndi onun əvəzini, baxın dedim, bayaqları dostumuz da pişnahad elədi. Gəlin, Azərbaycan Cumhuriyyəti və Türkiyə Cumhuriyyəti Azərbaycanlılara və Türklərə İranda citizenship versin. İkinci tipdə görün ki, bu nə qədər onun yerini alır. Çünki siz bir mənfəət qazanırsınız. Brainwash bu o qədər sadədir, o qədər rahat brainwash olur insan. Oğuz bəy, mən bu o qədər brainwash deyəcəksiniz ki, sabahdan millət də bunu da işlədir. Beyin yıkama desəniz, Türkçə olur, amma onu işlədir. Beyin yıkama. Beyin yıkamanı işlədirəm yazılarımda, amma baxın, bu o qədər ciddidir ki, bizim müşkülümüzün bir çoxunu açıqlır. Yəni %90 müşkülümüzü mən görürəm ki, açıqlır. Nə cür bu sistemə biz düşmüşük? Biz o balıqlara bənzirik ki, bir göldə bizi saxlayıblar. Suya qırmızı rəng vurublar. Biz o qırmızı rəngi deyirik və su belə olur. Və o bizim bədənimizə işləmiş. Hər yerimizə. Yəni biz oyuq da, yəni biz o atmosferdəyik. Əziz dostum, əgər icazə buyursanız qutaraq burada. 2 saat 15 dəqiqədir danışırıq. Yarım saat 40 dəqiqə öncə dedim ki, Albert Meminin barəsində danışaq. Dediniz ki, gücüm yoxdur. Yox, ancaq davam etdik. 2 saat, yəni sizinlə çox danışdıq. Umarım ki,
Gələn həftə mən çalışacağam Şərifə xanım Cəfəri ilə danışığımız olacaqdır. Öbür həftədə bir başqa yoldaşımızla və mən çalışacağam sizinlə, əgər siz də müsait olsanız, siz də yəni onay versəniz, sizinlə bir daha danışaq və bəlkə bir dahadan da çox. Hər halda mən danışığımızın ilkində dediyim kimi təşəkkür edirəm sizin vaxtınızdan, özünüzdən, huzurunuzdan. Çox sağ olun, yaxşı söhbət elədik. Son sözünüz varsa deyin ki, qapataq və sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Hamımızı, hər kəs ki qulaq asır, Azərbaycanın türklərinin Allahına tapşırıram. Sağ qalın. Sağ olun.